Salam, axşamınız xeyir olsun. Əziz və dəyərli iştirakçılar. Bugünkü vebinarımız əslində keçən dəfə baş tutmuş vebinarın ikinci hissəsi idi. Amma ki, mən xatırlatdım ki, çatda keçən dəfə iştirak etmiş iştirakçılar plus qoysun. Görürəm ki, bir nəfər Raib Abbasov plus qoyub və digər iştirakçılar deyəsən yeni iştirakçılardır. Köhnə bundan əvvəlki vebinarda iştirak etməmişdilər. Ona görə də mən çalışacağım keçən dəfəki vebinarı təkrar edim. Yenə də köhnə iştirakçılardan kimsə olsa, köhnə deyəndə üzr istəyirəm. Yəni keçən dəfə iştirak edən iştirakçılardan Tural İsmailov, bəli, Polad Abbasov var idi, düzdür. Səs eşidilir. İndi necədir səs? Normal gəlir səs? Normaldır. Eşidilir. Həzrət səsin dərindən gəlir. Eşidilir. Eşidilir, hə, yaxşı, yaxşı. Kimdə ki səs gəlmir, ekranın sol tərəfində aşağıda nauşnik knopkası var. Onu bassın. Eşidilir. Eşidilir. Hə, eşidilir. Heç nə. 29 nəfər. Başlayaq yavaş-yavaş yenidə. Mən istəyirəm təkrar edim. Çünki keçən dəfəki vebinarda olan iştirakçılardan cəmsi indiki vebinarda 4 nəfərdir. Səhv eləmirəmsə 4 nəfər. Olsaydı pis olmazdı. Çünki dünən çatdıra bilmədik. Ona görə. Ona görə təkrar gedəcəm sıfırdan. Çünki yeni iştirakçılar çoxdur. Keçən dəfəki iştirakçılara nisbətən yenilər sayı daha çoxdur. Ona görə məcburam ki, artıq təkrar edim. Telefonun ekranının sol tərəfinə var, orada отключить, включить. Başlayaq artıq vebinarımıza. Biliklərimizi paylaşaq sizlə. Artıq başlayaq. Keçən dəfə də demişdim ki, bu məqsəd nədir? Bugünkü vebinarın məqsədi ondan ibarətdir ki, bir çox müştərilər öyrəşmişdilər köhnə versiya proqram təminatla. O proqram təminatı ilə işləmək daha rahat idi. Yenisinə keçid alandan sonra biraz narahatçılıqlar oldu, zənglər oldu. Hansı ki,
köhnədə etdikləri nastroykalar yenidə edə bilmirlər, çətinlik çəkirlər. Burada sadəcə olaraq və interfeys dəyişikliyi var, yeni dizayndır. Ondan əlavə olaraq funksiyalar var, yeni funksiyalar əlavə olunub. Bir də xatırlatmaq Tural, baxıram, Tural. xahiş edirəm, Hə, baxıram. mikrofonlarınızı bağlayardınız, mən bağlayayım hamısını, açdınız. Bu günlər biz əlbəttə ki, yenidən təkrar olaraq keçən dəfəki vebinarın təkrarı olaraq yeni versiya 4-cü proqram təminatının yeniliklərini və istifadə qaydasını sizinlə paylaşacağam. Necə istifadə etmək lazımdır, hansı məqamları gözdən qaçırmaq lazım deyil, nələrə diqqət etmək lazımdır, nə vacibdir, hamısını bir-bir sadalayacağam. Heç də bu yeni interfeys heç də çətin deyil. Əksinə çox rahatdır, çox gözəl dizayna malikdir. Əvvəlki proqram təminatından düşünürəm ki, yeni proqram təminatı daha əlverişli və rahatdır. Sadəcə olaraq insan öyrəşdikdən sonra daha istifadəsi daha rahat və asan olur. İndi mən sizə bu bildiyimiz kimi, hamımızın gördüyü kimi divlərin ilk açılışında belə bir lövhə çıxır qarşımıza. Lövhədə yazılıb ki, bütün avadanlıqlarda olduğu kimi istifadəçi adı admindir və biz burada iki növ şifrə təyin etməliyik. Birinci növ şifrə bizim DVR, MVR cihazlarımız üçün. İkinci şifrə isə artıq təyin edirik biz IP kameralarımız üçün. Keçən dəfə də demişdim, yenidən təkrarlayıram. Bütün ustalardan xahiş olunur ki, DVR-lara, MVR-lara standart şifrələr qoymasın. Məsəl üçün, əvvəllər istifadə olunurdu. Admin 1, 2, 3, 4, 5 şifrəsi, sonra 1-dən 8-ə kimi A və sair standart şifrələr. Əlbəttə ki, bu şifrəni kimsə ələ keçirdikdə, kimsə sizin şifrənizi bildikdə, artıq ümumi olaraq şəbəkədən, yəni ki, ümumi internet şəbəkəsindən statik IP-ləri skanlayaraq və onları mövcud IP-ləri tapıb sizin şifrələrinizdən bəxtəbəxt istifadə edərək DVR-lara girib onların arxivlərini silə, xələr yetirə bilərlər. Bu da əlbəttə ki, sizə konkurent olan və digər insanlar, üçüncü tərəf bu prosesləri həyata keçirə bilər. Ona görə də biz şifrə təyin edərkən çox diqqətli olmalıyıq. Məsləhət görülərdi ki, şifrəni əgər müştəri təyin edirsə, müştəri özü təyin etsin. Siz şifrə siz tərəfdən heç bilinməsin şifrəsindənsə. Əgər müştəri tərəddüd edirsə, siz random şifrə təyin edən proqramlardan istifadə edəsiniz. Daha əlverişli və məqsədə uyğun olardı. Gəlin keçək şifrə yazmağa. Mən bu şərti şifrədir. Yəni ki, bu o demək deyil ki, mən yazdığım şifrədən hamısı istifadə edəcək. Mən sadəcə olaraq DVR-ı aktivləşdirmək üçün şifrədən istifadə edəcəm. Bir çox vaxt suallar yaranır ki, DVR-lara üstünə hansı şifrədir zəng gəlir ki, DVR-da Zavodskoy şifrə hansıdır? Zavod istehsal edərkən DVR-ların üzərinə şifrə qoymur. Ona görə qoymur ki, təhlükəsizlik baxımından əvvəllər, bir neçə il bundan əvvəl 1, 2, 3, 4, 5 şifrəsi gəlirdi. 1, 2, 3, 4, 5 şifrəsi gəlirdi, amma ki, DVR-ı biz qoşduqdan sonra bizə həmin vaxtda sual gəlir ki, 1, 2, 3, 4, 5 şifrəsi təhlükəlidir. Siz bu şifrəni dəyişib məsləhət olardı ki, digər şifrə qoyasınız, təhlükəsizlik baxımından təhlükəsizliyi minimuma endirəsiniz. Və heç kim buna əməl etmirdi. 1, 2, 3, 4, 5 şifrəsi qalırdı və çox vaxt DVR-larda problemlər yaranırdı. Hansı ki, dediyim kimi, şəbəkədən daxil olurlar, internet şəbəkəsindən DVR-ı sıfırlayırdılar, söndürürdülər və digər əməliyyatlar edirdilər. Ona görə də zavod bir neçə ildən sonra qərara gəldi ki, DVR-ları inaktiv göndərsin. Yəni ki, aktiv olunmamış şəkildə müştərilər özləri DVR-ları aktiv etsinlər, şifrə təyin etsinlər. Bu daha əlverişli və ikinci tərəfin şifrəni bilməməsi üçün daha məqsədə uyğun oldu. Biz burada bir şifrə təyin edək. Mən bir şifrə təyin edeyim. Məsəl üçün 1, 2, 3, 4, 5. Bu şifrə görürsünüz, mən adi, asan bir şifrə qoyduğum üçün burada yazdı ki, bir qırmızı xətt düşdü.
qırmızı xətt o deməkdir ki, biz ən zəif şifrədən istifadə etdik. Yəni ki, təhlükəsizlik baxımından o qədər də möhkəm şifrə deyil. 1, 2, 3, 4, 5. Bu, məsəl üçün, arxasına bir ulduz işarəsi əlavə etsək, hansısa bir simvollardan istifadə etsək, görürsünüz, burada göstərir ki, artıq bu çətin şifrədir. Simvol istifadə etdiyimizə görə bu daha əlverişli şifrədir. Ulduz. Mən DVR şifrəsini artıq təyin etdim. ASDFG 1, 2, 3, 4, 5 ulduz. Gördünüz, ASDFG 1, 2, 3, 4, 5 ulduz. Artıq təyin etmiş oldum. Burada görürsünüz ki, aşağıda 3 seçim var. Rezerv e-mail, fayl ixrac etmək, bir də ki, təhlükəsizlik üçün suallara cavab vermək, sual təyin etmək. Buna keçməmişdən əvvəl biz DVR IP kameralarımız üçün də şifrə təyin etməliyik. IP kameramız üçün də şifrə təyin etməliyik. Səs gəlirdi yəqin ki, yazılar səs gəldi. IP kameralarımız üçün də şifrə təyin etməliyik. Yəni ki, burada bir çoxlarımız IP kamera, MVR, IP kamera və DVR-lara eyni şifrəni təyin edirik. Bu, əlbəttə ki, düzgün seçim deməyək, amma ki, DVR, MVR, IP kameranın şifrəsi fərqli olsa daha yaxşıdır. Çünki kimsə MVR-ın şifrəsini artıq ələ keçirdikdən sonra IP kameralarda şifrəsini ələ keçirmiş olacaq. Ona görə təhlükəsizliyi daha artırmaq məqsədi ilə, daha təhlükəsizlik daha güclü olsun deyə biz IP kameralarımıza fərqli şifrə verib, fərqli şifrədən istifadə edə bilərik. Çünki bizim şifrələrimiz əlbəttə ki, əgər avadanlıq sayı birdən çoxdursa, 2, 3, 4-dürsə, onlarda məsləhət görülmür ki, eyni şifrədən istifadə olunsun. Fərqli şifrələrdən istifadə olunması daha məqsədə uyğundur. Çünki sabah ortaya problemlər çıxmasın. Əsasən bildiyimizə görə təhlükəsizliyə bütün dünyada daha önəm verilir, daha vacib təhlükəsizlik. Buna görə də biz diqqət yetirməliyik şifrə təyin edərkən və DVR, MVR, IP kameranın şifrələrini eyniləşdirməməliyik, fərqli olmalıdır. Mən IP kamerama da belə bir şifrə təyin edirəm. Artıq bu verdiyim şifrədən mənim IP kameralarım istifadə etmiş olacaq. QWERTY 1, 2, 3, 4, 5. Və burada OK düyməsini basıb biz təsdiqləyirik. Təsdiqləyirik. Gördüyünüz kimi artıq cihaz aktiv olundu. Aktiv halda cihaz. Aktiv olduqdan sonra biz OK düyməsini basırıq. Biz orada 3 seçimin üstünə də aktiv işarəsi qoymuşduq. Burada gördüyünüz kimi artıq rezerv e-mail sual gəldi. Mən burada rezerv e-mail yazmalıyam. Rezerv e-mail nə üçündür? Bir çoxlarımız cancel edib bunun üzərindən keçirik. Bu əslində çox gözəl bir şeydir. Əgər müştərinin e-mail varsa, e-mail adresi, e-mail ünvanı varsa, biz bura müştərinin e-mail ünvanını yazırıq. Əgər müştərinin e-mail ünvanı yoxdursa, müştəriyə maraqlıdır şifrə bərpası və ya siz onu əlbəttə ki, bunu müştəriyə danışıb maarifləndirmək və hansı məqsəd üçün olduğunu başa salıb ona yeni e-mail açmanız daha məqsədə uyğun olar. Əgər bunu istəmirsinizsə, siz öz e-mailinizdən istifadə edə bilərsiniz. Mən məsəl üçün istifadə edeyim öz e-mailimdən, korporativ e-mailimdən hazrat.g sabachka @as. Bu mənim e-mailimdir. Bu e-mail nə üçündür? Bir yaxud da təkrarlayım. Bu e-mail yazdıqdan sonra artıq mənim şifrəm nə vaxtsa yaddan çıxarsa, bərpa etmək üçün bu e-maildən istifadə edə bilərəm. OK düyməsini basıram və təsdiqləyirəm. Görürsünüz ki, təsdiq olundu. Artıq mənim e-mailim DVR yaddaşında qaldı. Nə vaxtsa bu DVR-ın şifrəsi yaddan çıxarsa, bu e-mail istifadə edib DVR-ın şifrəsini bərpa edə bilərəm. Orada bildiyimiz kimi forgot password var. Onu göstərəcəm indi mən sizə. Bunları harada istifadə edə bilərik. Sonra OK düyməsini basıram. Keçirəm ikinci, fayl ixrac etmək. Fayl ixrac etmək o deməkdir ki, bu ikinci üsuldur. Artıq şifrənin bərpası üçün, yaddan çıxan şifrənin bərpası üçün. Məsələn, mən gedmişəm
Bu da düzdür, müştəriyə verilməli, müştərinin flash kartında qalmalı, sizdə qalmağı düzgün deyil. Çünki hər müştərinin öz şifrəsinin fayl ixracı, fayl bərpası üçün, şifrə bərpası üçün ixrac olunan fayl müştərinin özündə qalmalıdır. Yəni bu ustada qalmağı, installerdə qalmağı düzgün deyil. Ona görə də əgər indi siz istəsəniz ki, yenə də təkrar edirəm, düzgün deyil. İstəsəniz ki, bütün şifrələri bərpası sizdə qalsın, ona görə belə bir şey edə bilərsiniz. Məsələn, bir yeni qovluq yarada bilərsiniz. Məsələn, DVR quraşdırmısınız Lökbatanla, məsəl belə deyək. Lökbatana bir ad yazırıq. Qarışmasında fayllar, məqsəd budur. Lökbatan, nə bilim, ev, məsəl üçün 27. Məsəl üçün də mən prosta ünvan kimi yazıram. OK düyməsini basıram. Artıq burada yeni qovluq yaranmış olur və biz burada yeni qovluğumuzu axtarırıq. Görüm, hansı ki, həmin qovluq budur. Həmin qovluğa artıq daxil olduqdan sonra, yeni yaratdığımız qovluğa, burada gördüyümüz kimi export düyməsi var. Export düyməsi. Bu export düyməsinə biz toxunduqda artıq fayl ixrac olunmuş olur. Gördüyünüz kimi fayl ixrac olundu və üstünlüklərindən biri odur ki, həm faylın vaxtı, həm də ki, fayl ixrac edəndə avtomatik olaraq faylın adı cihazın seriya nömrəsi ilə birlikdə düşür. Yəni ki, fayl adı text fayl kimi bir text yazılmır. Əlbəttə ki, adı DVR seriya nömrəsi yazılır və faylın ixrac vaxtı. Və bu addımı keçdikdən sonra gəlir üçüncü addım nədir? Bu da şifrə bərpası üçündür. Alternativ variant. Elə bir 3 alternativ variant var şifrə bərpası üçün. Yəni servisə gəlmədən. Birinci sualla, məsələn, biz qoya bilərik ata adı. Məsələn, ata adı qoyuruq hansısa bir ad. Sonra qoya bilərik ana adı. Əlbəttə ki, bu adlardan biz istifadə edərkən diqqət yetirməliyik. Yəni, real adlardan istifadə etməliyik. Ya müştərinin ata-anasının adını, ya da ki, öz ana adınızı istifadə etməlisiniz. Əgər servis göstərəcəksinizsə, öz ana adınızdan da istifadə edə bilərsiniz. Bunu da dəqiq yazmalısınız. Çünki sabah sizdən sual-cavab olanda bunu dəqiq yazmasanız, hansısa bir hərf qoysanız, ata-ana adınızı yazanda artıq orada göstərəcək ki, düzgün deyil. Burada var və digər seçimlər. Üçüncü seçimdə müəllimənin adını yazmaq. Mən prosta eyni yazdım. Şərtidir bu. Yəni siz buna fikir verməyin. Mən şərti yazıram bu adları, suallara cavabları. OK düyməsini bastım. Artıq DVR aktiv olunmuş oldu. Bu da gördüyümüz kimi mobil telefonlarda olduğu kimi şəkilli şifrədir. Şəkilli şifrəni biz təyin edə bilərik, etməyə də bilərik. Çoxlarımız Z hərfi qoyuruq. Yəni bu Z hərfi qoymaq düzgün deyil. Bu artıq DVR-ə qoyduğumuz şifrə heç sayılır. Yəni necə heç sayılır? Düzdür, bu şifrə ilə, şəkilli şifrə ilə DVR-ı kənardan idarə edə bilmirik, lokaldan idarə edirik. Yəni ki, kənardan remote idarə etmək üçün DVR-ı birinci təyin etdiyimiz şifrədən istifadə olunur. Buna görə də biz bu Z hərfindən çalışdığımız qədər o şəkilli şifrədən istifadə etməyək. Nə qədər təhlükəsizliyimiz möhkəm olarsa, bu o qədər yaxşıdır, bir o qədər yaxşıdır. Burada gördüyümüz kimi mən bayaqları sizə sadaladım və göstərdim ki, şifrə bərpası üçün hansı addımlardan istifadə oluna bilər. Və gəldim mən DVR-ı açmağa, bir şifrə yığıram, məsəl üçün belə bir şifrə. Yazır ki, görürsünüz açılmır, hansı ki səhvdir, səhv olduğunu göstərir və bizə 6 addım verir və deyir ki, 6 addım səhv etsəniz, 6 dəfə səhv yığsanız şifrəni, artıq sizin DVR-ınız blok olunacaq. Düzdür, biz cihazı yandırıb söndürdükdən sonra cihaz blokdan açılır, bu düzdür. Amma ki, burada bir nəzərdən qaçırdığımız məqam var. Şifrəni bilmədikdə biz DVR-ı tokdan çıxarmalı oluruq və ya onun arxa knopkasından söndürməli oluruq. Bu da bizim DVR-ımız üçün çox ziyanlıdır. DVR üçün yox, əsasən də hard disk üçün, sərt disk, yaddaş diski üçün. Biz şifrəni unutduqda, DVR-ı tokdan çıxardıqda və ya söndürdükdə onu biz hansı ki addımlara əməl etmədən, onda artıq bizim hard diskimizə xələl yetirmiş olacaq və hard disk sıradan çıxmış olacaq.
Buna görə də məsləhət görülərdi ki, 6 dəfə şifrəni, 5-6 dəfə şifrəni təkrar-təkrar yığıb bloka salmayasınız və onu birbaşa elektrik cəryanından ayırıb sertifikata ziyan verməyəsiniz. Bu məqamlara diqqət yetirməyiniz çox əlverişli olardı, çox gözəl olardı, çox düzgün olardı. Burada gördüyümüz kimi yazılıb forgot password, hansı ki şifrəni unutmuşam və bundan istifadə edirik. Gördüyümüz kimi burada işıq düşür. Burada 3 seçim gəlir. Görə bilirsiniz siz bu hansı ki 3 seçimi. Bir yaxaları mən hansı ki görə bilirsiniz də, hə? Yox, Görkəm. Biraz bulanıq görünür, amma normaldır. Görmək, seçmək olur, oxumaq olur. Hə. Görkəmi normal oxumaq olur. Görünür indi? Bəli, görünür rahatdır. Hə, indi görünür. Hə, çox gözəl, çox sağ olun, təşəkkürlər, minnətdaram. Demək. Burada gördüyümüz kimi bayaqları 3 seçim yazdıq biz. Hansı ki birinci variant biz şifrəni e-mail vasitəsilə bərpa etməyimiz, ikinci variant fayl ixracı, üçüncü variantımız isə sual-cavab. Mən seçirəm DVR-da internet olmadığı üçün DVR dəqiqəm şəbəkəyə qoşulu deyil. Mən seçirəm burada ikinci variantı. Ola bilər ki, hardasa internet olmaz. Artıq internet yoxdursa həmin ünvanda məcbur deyilsiniz DVR şəbəkəyə qoşulmuş şifrəsini bərpa eləmək. Biz iki üsuldan istifadə edə bilərik. Fayl, ixrac etdiyimiz fayl vasitəsilə, ikinci isə sual-cavab vasitəsilə. Mən seçirəm burada ixrac etdiyimiz faylı, hansı ki mən flash karta fayl yazmışdım onu və OK düyməsinə basıram. OK düyməsinə basdıqdan sonra artıq mənim qabağıma öz flash kartım çıxır, hansı ki bayaqları fayl ixrac etmişdim. Gördünüz, Lokbotan Ev27 bayaqları fayl ixrac etmişdim bu qovluğa və bu qovluğa açıram. Bayaq ixrac etdiyim fayl üstünə 2 dəfə basıram və burada importa basıram. Import basdıqdan sonra gördünüz dostlar, nə rahat və gözəl. Artıq mənə deyir ki, yeni şifrə təyin et. Mən də artıq DVR-ıma yeni şifrə təyin edirəm. Bayaq ki, şifrəni qoymuram. Qoyuram məsəl üçün WRT 1, 2, 3, 4, 5. Bu şərti şifrədir. Yəni siz bundan heç vaxt istifadə etməyin. Çünki ustaların əksəriyyəti bu şifrələrdən istifadə edir. Hamısı da bir-birinin artıq şifrəsini bilir. Bu da düzgün bir üsul deyil. Və səhv yazdığınızda parolu birinci hərfi sorur. Bildim, düzəldəcəm indi və çox sağ olun, təşəkkürlər, minnətdaram. Və burada görürsünüz, yenə də export faylı ixrac etmək addımı var. Əlbəttə ki, biz bunu nəzərdən qaçırmırıq. Nəyə görə nəzərdən qaçırmırıq? O birinci dəfə ixrac etdiyimiz fayl, o bir dəfə işləyir. Bir dəfə biz ona şifrə bərpa edəndən sonra artıq o fayl işləməyəcək. Ona görə də biz yenidən fayl ixrac etməli oluruq və OK düyməsini basırıq və yenidən faylımızı ixrac edirik. Gəlirik bura. Gəlirik və yenidən bu köhnə faylı silirik. Bunu diqqətinizə yetireyim və yenidən fayl ixrac etdik. Artıq bizim faylımız ixrac olundu və şifrəmiz bərpa olundu. Və yeni şifrəmizi yazıb DVR-ə daxil olaq. Gördüyümüz kimi biz yeni şifrəmizi yazdıq və cihaza daxil olduq. Mən indi cihazı sıfırlayacağım, təzədən sıfırlayacağım, üzr istəyirəm. Çünki burada cihazı ilk dəfə açanda bizi qarşımıza köməkçi çıxır və o köməkçidən necə istifadə etməliyik və onu necə rədd etməliyik, yəni bir də qarşımıza çıxması, onu sizə göstərəcəm. DVR restart gedincə kimi sual varsa versin, o sual cavablandırım.
Yazın çata, çalışdıqca yazın. Səs olanda çünki iştirakçılar çoxdur, səslər qarışır bir-birinə. Millətin pulu yox. Artıq gözün səsləri bağlayayım. Xahiş olunan ki, səsləri açmıyorsunuz. Artıq DVR-ımız açıldı. Bunlara keçək, bu dil seçimdir. Burada görürsünüz, birinci dəfə DVR açsanda seçim gəlir. Hansı ki, resolution, ölçü söhbəti. Bu da ki, HDMI Vega olmağından asılı olaraq dəyişir. Əgər HDMI-dırsa, monitor, qoyduğumuz monitor HD siqnalı dəstəkləyirsə, biz bunu yes eləməliyik. Əgər HD siqnalı dəstəkləmirsə, bunu no eləməliyik. Çünki yes eləsək, artıq ekran qaralacaq. Biz məcbur olacaq ki, hansı ki, təzədən ölçünü dəyişək, monitor dəstəkləsin deyə. Mən burada no edirəm. Hələ ki, burada mən təzədən üzr istəyirəm, aktivləşdirim DVR-ı. Bir saniyə. Gəldik, çıxdıq həm bu köməkçi bölməsinə. İndiki sizdə də açılsın. Qoyun sizdə də açılsın. İndi mən göstərəcəm sizə. Gəldik, çıxdıq. Şifrə, artıq mən qaldığım yerdən davam edeyim. Artıq şifrə məsələsini bildik. Necə ixrac edirik hansı ki faylları və necə bərpa edirik. Və bundan sonra şifrə aktivləşdirəndən sonra qarşımıza köməkçi çıxır. Köməkçi addımlar nədir? Bizdə birinci sual, birinci seçim nədir? Hansı ki biz saatı düzəltməliyik. Burada gördüyümüz kimi saat artıq məndə düzdür, 21:26. Çünki mən bu DVR-ı bir dəfə tənzimləmişəm. Ona görə də nə qədər default da versəm, saatim mənim pozulmayacaq. Çünki saat artıq yaddaşda qalır. Hansı ki içərisində SPI flash chip var, artıq onun yaddaşına yazılır. Ona görə hər dəfə saatı düzəltməyə ehtiyac yoxdur. Yəni DVR alındıqdan sonra saatı bir dəfə tənzimləmək yetərlidir. İkinci addım isə şəbəkə tənzimləmələrdir. Şəbəkə tənzimləmələrini mən keçən dəfə də başa salmışdım. Bu artıq bizim şəbəkəmizə görə dəyişir. Bizə iki seçim var şəbəkə nastarokası üçün. Bizdə DHCP və statik IP tənzimlənməsi var. Əlbəttə ki, biz şirkətdirsə, şirkətdən öyrənməliyik. Sizin serveriniz DHCP dəstəkləyir, yoxsa və ya siz statik olaraq IP-lərdən istifadə edirsiniz. Elə şirkətlər var ki, DHCP-dən istifadə etmir. Onlar bütün cihazlara IP adresləri əllə verir. Ona görə də sizin ilkin sualınız
bu olmalıdır ki, sizdə hansı boş IP adresi, boş IP ünvan var və boş IP ünvanı öyrəndikdən sonra biz həmin o ünvanı cihazımıza yazırıq. Yəni burada nəzərinizə çatdırım ki, 192.168-in şəbəkəyə mən çox uzun məlumat verməyəcəm, qısa məlumat verim ki, burada şərt deyil ki, bu şəbəkə məsəl üçün 1.64-dür, məsəl üçün IP adresim. Məsəl üçün verdiyim IP adres statik olaraq məsəl üçün 0, bu da ki mənim subnetim. Bu şərt deyil ki, hansı ki bu 1.64 olmalıdır və ya 0.64 olmalıdır. Hər bir əlbəttə ki, hər bir şirkətin öz IP şəbəkəsi var. Öz şəbəkəsinin də öz IP aralığı var. Burada kimsə mikrofon açıq. Öz IP aralığı var. Hansı ki xahiş edirəm mikrofonu açmayın. Öz IP aralığı var. Hansı ki bu 1.64 də ola bilər, 0.64 də ola bilər və ya başqa setka da ola bilər. Baxır o setkalar hansı setka üzərindədir, hansı LAN şəbəkəsi üzərindədir. Əlbəttə ki, yəni bildiyimiz kimi o standart bir şey deyil. Yalnız və yalnız bizim aldığımız evlərdə quraşdırırıq çox vaxt. Yəni ki, evlərdə fərqi yoxdur. Hansısa bir router'a quraşdırdıqda, router tanış olduqda, TP-Link router'dursa, bildiyimiz kimi bütün router'lar özü DHCP paylayır. Ona görə çalışırıq gündəlik olaraq quraşdırdığımız obyektlərdə, çünki şirkətlər hər gün onsuz da DVR almır, quraşdırmır. Yəni ki, ən çox istifadə olunan istifadə etdiyiniz, quraşdırdığınız obyektlər evlərdir, ofislərdir və ya başqa obyektlərdir ki, hansı ki, onlar routerlardan istifadə edir və bu routerlardakı DHCP-ni dəstəkləyir. DHCP bildiyimizə görə özü IP paylayır, yəni ki, ünvan paylayır, belə deyək də, LoRa dildə və bu ünvan paylayır. Bunu aktiv etdikdə bizim DVR-ımız da artıq həmin şəbəkədən IP götürmüş olur, özü avtomatik olaraq. Artıq biz bunu əllə tənzimləmirik. Artıq əllə tənzimləməyə ehtiyac yoxdur. DHCP-nin aktivləşdirdikdə öz IP götürəcək. Arif, DHCP qoşub ora nə IP veribsə, onu da manual var. Xeyr, o DHCP qoşub hansı ki IP verməyimiz siz yazmışsınız orada. O artıq hansısa bir DHCP paylanan şəbəkədə düzgün deyil. Çünki siz orada aktivləşdirsəniz, lazım olmayan IP-ni götürəcək və orada internet şəbəkəsi olmayacaq və başqa LAN-da olacaq. Ona görə də məsləhət görülmür ki, DHCP paylamayan aralıqda DHCP-yə aktiv işarəsi qoyub, oradan DHCP-ni alıb sonra manual olaraq əllə yazasınız. Yəni ki, internetdə də oxusanız DHCP haqqında və digər Cisco routerlarda, hansı ki, şəbəkə paylayıcı routerlar var ki, onlarda strukturun necə olmağı, DHCP şəbəkəsinin hansı variantlarda bir çox variant var. İşləməyin, sonra ola bilər ki, sizə verdiyi adres DHCP-nin IP adres bir neçə saatlıq ola bilər, bir neçə günlük ola bilər. Ondan sonra IP adresi dəyişə bilər. Bu da bir çox şeylərə gətirib çıxarda bilər. Məsələn, sizin monitoring otağınız ola bilər, statik IP ilə ona qoşula bilər. Artıq o DHCP dəyişdikdən sonra avtomatik olaraq monitoring otağından kameralarımız itəcək, şəbəkəmizdən DVR-ımız itəcək. Buna görə də biz keçək ikinci addıma. Yəqin ki, qısaca məlumat verdim, aydın oldu bu şəbəkə tənzimlənməsi. Bir çox vaxt DHCP-ni aktiv saxlayırıq, çünki baxırıq routerumuz TP-Link-dir, ya ZXL-dir, fərqi yoxdur və digərdir. DHCP paylayır, ona görə də biz rahatlığımız üçün bundan istifadə edə bilərik. Avtomatik olaraq IP ünvanı alsın. Əgər biz səhv IP ünvanından istifadə etsək də, statik yazsaq da, bunun da fəsadları var. Fəsadları ondan ibarətdir ki, IP konflikt verəcək, IP ünvan toqquşması. IP ünvan toqquşması əlbəttə ki, təkcə nəyə gətirib çıxaracaq? Şəbəkədə olan digər cihazların da işləməməsinə və onların artıq digər DVR-ların da işləməməsinə şəbəkə artıq şəbəkədə başlayacaq problemlər yaranmağa, işləməməsi tam dayanmağı demək deyil. Artıq şəbəkəni açıqlasaq çox uzun çəkəcək, ona görə mən qısaca məlumat verirəm. Burada ona görə şəbəkəyə ən diqqət yetirdiyimiz məqam şəbəkədir.
İkinci addım isə köməkçidə hard disk tənzimlənməsidir. Hard diskdə maraqlı mövzular var, hard disklə bağlı. Mən onları da indi gələcək addımlarda sizə açıqlayacağam. Burada hard diskimiz olduğunda standart olaraq hamımız bilirik ki, burada hard diski seçib biz format edirik. İndi DVR-da hard disk olmadığı üçün mən sizə göstərə bilmirəm. Amma maraqlı məqamlar var ki, mən sizə onları nəzərinizə çatdıracağam. Burada artıq gördüyümüz kimi burada artıq kamera setup yazılıb, hansı ki biz şəbəkədə olan IP kameraları bu bölmə vasitəsilə görə bilərik, avtomatik olaraq da görə bilərik və ya avtomatik olaraq görmürüksə, buradan add edib manual olaraq kameranı əlavə edə bilərik. İndi mən sizə qarşıda IP kamera nastroykasında bunları göstərəcəm. Düzdür, bu NVR deyil, DVR-dır. Bildiyimiz kimi bizim DVR-larımız həm IP kamera dəstəkləyir, həm də TVI və digər TVI-dən əlavə digər siqnallar var ki, hansı ki analog siqnallar, onlar da dəstəkləyir. İndi açıqlayacağım, hamısını bir-bir nəzərinizə çatdıracağam ki, şəbəkədə IP kameraları, digər istehsalçıların IP kameralarını necə əlavə etmək olar, onları da sizin nəzərinizə çatdıracağım. Və burada platform access-dir. Platform access bildiyimiz kimi P2P tənzimlənməsidir, hansı ki e-connect-in. E-connect bilirsiniz ki, hansı ki biz cihazımızı kənardan izləmək üçün istifadəçilərə verilən xidmətdir. Bu xidmət tamamilə pulsuzdur, ödənişsizdir. Bu xidmət vasitəsini biz aktiv etdikdə artıq bizə ATS-dən, yerli ATS-dən heç bir statik IP almağa ehtiyac yoxdur, gərək yoxdur. Çünki xidmət özü statik IP olmadan bizim kənardan cihazlarımızı izləməyə imkan verir və çox rahat və əlverişlidir. Artıq biz verification kod yazırıq. Yəni bu verification kod da çox önəmli bir məqamdır. Biz burada diqqət yetirməliyik təsdiqləmə kodunu təyin etmək üçün. Biz burada artıq təsdiqləmə kodunu təyin etdikdə DVR-ımızın görüntüsünü, axınını, görüntüsünün belə deyək, hansı ki DVR-dan çıxan görüntünün, kameraların görüntüsünün yayımlanmasının, görüntü axınının axınını şifrələmiş oluruq. Bu da nə üçün yaxşıdır? Məsəl üçün, burada bir çətin şifrə qoysanız daha məsləhətli, daha məqsədə uyğundur. Siz belə bir şifrə qoydum. İndi mən şərti olaraq göstərirəm. Yəni, mən qoyduğum şifrə də təhlükəsiz bir şifrə deyil. Mikrofon açıldı. Mikrofon bağlayayım. Burada təyin edirik RTU 1255 təyin etdim mən. Artıq bu nə üçündür? Baxın, belə bir şey var. Ola bilər ki, nə vaxtsa gəlin bunu açıqlayayım. Əlbəttə ki, Connect-də cihazı əlavə etmək üçün ya biz qonaq rejimindən istifadə etməliyik, qeydiyyatdan keçmədən, heç bir qeydiyyata ehtiyac yoxdur. Və ya biz qeydiyyat etməliyik. Bu qeydiyyat da ki, mobil nömrə vasitəsilə hamımız bilirik. Bir də ki, hansı ki, e-mail vasitəsilə ola bilər. E-mail bir çoxları istifadə etmədiyi üçün və şifrədən unutduğu üçün çox vaxt e-mailləri bilmədikləri üçün insanların biz çox vaxt mobil nömrələrdən istifadə edirik. Mobil nömrə vasitəsilə biz bir istifadəçi adı yaradırıq və şifrə təyin edirik. Bundan sonra biz həmin bu avadanlığımızı əlavə edirik Connect platformasına və oradan kameralarımıza baxmış oluruq. Bu streaming nədir? Streaming nədir? Bir dəqiqə mən təzədən yenə bu kodu yazdım. Baxın, elə bir ki, siz bir istifadəçi adı açdınız müştəri üçün və istifadəçi adı keçdi bir başqasının ikinci şəxsin əlinə. Yəni ki, bu insanın istifadəçi adının hansısa bir şəxs bildi. Yəni, login parolunu. Əlbəttə ki, login parolu biləndə mən daxil olub kameralara baxmış olacağam. Çünki mən artıq onun login parolunu bilirəm əlbəttə ki. Əgər biz burada enable stream biz burada axın kodlaşdırmasını aktiv etsək, görürsünüz burada enable stream var. Inscription. Aktiv etsək burada artıq login parolu əlinə keçirmiş şəxs bizim kameralarımıza rahatlıqla girib baxa bilməyəcək. Çünki
ondan artıq kameralara login parolu yığdıqda, yəni kameralara baxmaq istədikdə, bizim təyin etdiyimiz verification kodu həmin şəxsin telefonunda HealthConnect tələb edəcək. Bu da nədir? Bizim təhlükəsizliyimiz üçün super bir addımdır. Artıq o insan kodu bilmədiyi üçün kameralara baxa bilməyəcək. Kameralar üzərində görmüsünüz bir çoxlarınız qıfıl işarəsi gəlir. Həmin qıfıl işarəsinin üzərinə basanda sizdən verification kod tələb olunur. Həmin o kod budur. Əgər biz burada enable stream qoymasaq, o kod tələb olunmayacaq. Ona görə məsləhət görünər ki, burada enable stream qoyasınız. Siz öz axınınızı şifrələmiş olasınız. Yəni ki, təhlükəsizliyi minimuma endirirsiniz. Yəni ki, bu bütün xarici ölkələrdə və inkişaf etmiş Avropa ölkələrində təhlükəsizliyə çox önəm verilir. O qurğunun birinci məsələn sual verirlər ki, bizdə görüntüsü necədir məsəl üçün, kameranın görüntüsü necədir, mənə maraqlıdır. Amma ki, digər ölkələrdə ən birinci verilən sual cihazın təhlükəsizliyidir. Sual verirlər ki, bu cihazın təhlükəsizliyi hansı yerdədir? Çünki görüntü eyni ola bilər. Məsəl üçün, mən gedərəm 1 megapiksel TVR kamera alaram və bazardan hardansa 1 megapiksel kamera alaram. Baxaram ki, bunun görüntüsü bir-birinə oxşuyur ki, eynidir demək olar ki, məsəl üçün. Düzdür, orada da fərqlər çoxdur, hansı ki, orada açıqlamıram. İndi o an gələn webinarlarda açıqlayacağam. Amma ki, söhbət burada sırf təhlükəsizlikdən gedir. Amma burada biz diqqət yetirməliyik ki, cihazı biz nəyə qoşuruq? Yəni, aldığımız digər avadanlığın təhlükəsizliyi nə yerdədir? Bildiyimiz kimi, digər avadanlıqların təhlükəsizliyi demək olar ki, yox dərəcəsindədir. İstədiyimiz adam, istənilən şəxs gələcək, DVR-ı altına QR kodu skan edəcək, telefonuna yükləyəcək, qutarı getdi. Əgər orada şəbəkə hansı ki kodlaşdırması yoxdursa, asanlıqla biz onu əlavə edəcəyik telefonumuza və baxacaq. Əlbəttə ki, biz də burada quş qoymasaq, məsəl üçün, hansı ki aktivləşdirməsək bu funksiyanı, biz də bu təhlükəsizliyi artıq pozmuş oluruq. Onda da biz DVR-imizə rahatlıqla baxacaqlar. Buna görə də ən birinci verilən sual, hansı ki, digər ölkələrdə cihazın təhlükəsizliyi hansı yerdədir? Yəni ki, bu təhlükəsizlik necə qorunur, hansı dərəcədə qorunur və siz həmin bu vaxtda addımları saymış olursunuz. Hansı ki, DVR şifrəsini sındırmaq çox çətindir, yəni mümkün deyil, mümkünsüz dərəcədə də demək olar ki. Çünki DVR şifrəsini biz unutduqda bir köməkçi şifrə yoxdur, biz onu bərpa edəyik. Master password yoxdur, hansı ki, digər istehsalçılar kimi. Biz əlbəttə ki, faylı ixrac edib, əgər bayaq dediyim kimi faylı ixrac etmişiksə, hansısa bir flash kartda saxlamışıqsa və ya rezerv e-mail qoymuşuqsa, o e-mail vasitəsilə bərpa edəcəyik şifrəni. Əgər bu heç birini qoymamışıqsa, yoxdursa, bugünkü vəziyyət belədir ki, heç kim bunlardan istifadə etmir və onda biz nə etmiş oluruq? Support, məsəl üçün, Sabaçka, AVV-az e-mail ünvanına fayl ixrac edib göndəririk və biz o faylı Hikvision vasitəsilə konvertasiya edirik, çeviririk, sizə yenidən göndəririk və siz bu fayl vasitəsilə şifrəni bərpa etmiş olursunuz. Bəli, üzr istəyirəm. Əlbəttə ki, Connect-ə bir hesabın digər bir neçə nəfərlə paylaşmasını mən sizə izah edəcəm. O gələn webinarda olacaq. Çünki sıxışdıra bilmərik bir webinara bunların hamısını. Ona görə də biz böləcəyik. HealthConnect üçün ayrıca bir webinar təşkil edəcəyik və orada hamısı açıqlayacaq ki, HealthConnect-də DVR-ları, avadanlıqları fərqi yoxdur, Hikvision avadanlıqlarını necə paylaşmaq olar və həmin paylaşdığımız şəxsləri necə müşahidə etmək olar və onlara necə icazələr vermək olar. Bunları hamısını mən sizə açıqlayacağam. Əlbəttə ki, siz tanış oldunuz bu köməkçinin bu hissəsi ilə. Burada görürsünüz yazılıb Unbind DVR, Unbind. Unbind nədir? Çox vaxt biz gəlirik ki, klient, müştəri artıq telefonunu itirib və ya mobil telefonu həmin nömrəni işlətmir. HealthConnect-də əvvəllər qeydiyyatdan keçib, indi biz bunu digər bir HealthConnect-ə əlavə edə bilmirik, daha doğrusu digər bir hesaba əlavə edə bilmirik. Çünki orada bir cihazı biz iki hesaba əlavə edə bilmərik. Bu zaman bizə belə bir sual çıxır ortalığa. Biz belə bir göstəriş gəlir HealthConnect-də. Bu cihaz artıq
Bu cihaz artıq digər bir hesaba əlavə olunub. Siz ikinci dəfə cihazı əlavə edə bilməzsiniz. Və ondan sonra deyir ki, sizə təklif də gəlir, Unbind DVR. Bu nədir? Cihazı həmin köhnə hesabdan ayırmaq. Biz cihazı köhnə hesabdan ayırmaq üçün Unbind düyməsinə toxunuruq. Bu həm telefonda, həm də ki DVR-da mövcuddur. Biz buradan toxunduqda artıq DVR HeatConnect hesabından çıxmış olacaq. DVR-ı HeatConnect vasitəsilə hesabdan çıxarmaq üçün əlbəttə ki, bizdən DVR-ın şifrəsi tələb olunur. DVR-ın şifrəsini bilmiriksə, əks təqdirdə biz DVR-ı HeatConnect hesabından ayıra bilməyəcəyik və yeni hesaba əlavə edə bilməyəcəyik. Yəni ki, bu məqamı nəzərinizdən qaçırmayın. Çox maraqlı məqamdır. Bir çoxlarımız buna görə çoxlu saylı zənglər edirik və yardım istəyirik ki, hansı ki, biz DVR-ı ayırmaq istəyirik və ayıra bilmirik. Unbind olmayan DVR-ları yeni proqram təminatı yazaraq, proşkasını yeniləyərək onları unbind edə bilərik. Sual verilib, ona cavab verdim. HeatConnect xeyr yox, Play Store-da var, yığışdırılmayıb. İndi mən onu göstərərəm sizə. Burada bir, görürsünüz, axırıncı təhlükəsizlik, yenə təhlükəsizlik. Burada gəlir ki, şifrəni dəyişdirin. Burada biz artıq aktiv işarəsi qoysaq, yeni şifrə təyin etmiş olacaq. Yəni, köhnə şifrə artıq. Bu da nə üçündür? Ola bilər ki, biz nastroyka edək, hansı ki, tənzimləmələr edək və axırıncı addım şifrəni dəyişdirmək olsun. Onda da biz çağırırıq ki, müştərini xahiş edirik. Gəlin, siz yeni şifrə təyin edirik. Və finish düyməsini basırıq. Burada artıq bizim DVR-ımızın menyusu açılır. Gördüyümüz kimi, əziz dostlar, bu yeni interfeysdir. Bir çoxlarımız biz bundan tanışıq, amma bizə bu DVR-la işləmək rahat deyil. Rahat deyil. Buna görə də biz nə etməliyik? Bu interfeysi öyrəşməliyik. Çünki bu interfeys daha əlverişli və daha rahatdır. Burada nə edirik? Biz gələk birinci sistemə, ən birinci əgər hard diski format etdiksə köməkçidə, artıq ikinci də format etməyə ehtiyac yoxdur. Əgər format etməmişiksə, ən birinci addım DVR-da sərt diski format etməkdir. Ən birinci addım, estağfurullah, tarixi düzəltməkdir. Əgər bunları etməmişiksə, ikinci dəfə sərt diski format etməkdir. Birinci bunlara nəzər yetiririk. Keçən dəfə kimi mən artıq başlayacağım sistem nastroykalarından və sizə açıqlayacağım bunlar nədir. Burada dil tənzimlənməsidir, saat qurşağıdır. Gördüyümüz kimi bu hansı ki formatdır, saatın tarix formatı, hansı formatda olsun. Burada biz sistemin tarixini düzəldə bilərik. Burada biz saatı düzəldə bilərik. Biz burada cihazımıza ad verə bilərik. Məsləhət olunar ki, əgər şəbəkədə bir neçə cihaz varsa, siz cihazları adlandırasınız və nömrələyəsiniz. Çünki defaultda hamısında mikrofon bağlayın, xahiş edirəm. Biz artıq burada device name-də gördüyümüz kimi embedded burada gördüyümüz kimi embedded net DVR yazılıb. Yəni standart DVR-larda bu ad gəlir. Bu adı biz dəyişməliyik əlbəttə ki, çünki bu adı şərti olaraq yazılıb bura. Burada device number var, 255-dir. Biz bunu nömrələsək daha məqsədə uyğundur. Çünki hamısı 255 eyni adla olsa biz bunları bir-birinə ayıra bilməyəcəyik. Yalnız ayırdığımız o olacaq ki, seriya nömrəsi və hansı ki IP adresi vasitəsilə. Burada logout-dur, avtomatik logout gördüyünüz kimi. Bu nə üçündür? 1 dəqiqə, 2 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə, yarım saat və heç vaxt, heç zaman. Heç zaman. Burada biz əlbəttə ki, qoya bilərik 1 dəqiqə. Bu nədir? Biz hansı ki login elədik DVR-a daxil olduq. 5 dəqiqə keçdikdən sonra heç kim DVR-a toxunmasa, yəni ki, mausu heç kim sağa sola etməsə, 5 dəqiqədən sonra avtomatik olaraq artıq cihaz istifadəçi hesabından çıxmış olacaq, logout olmuş olacaq. Və logout olduqda əlbəttə ki, biz heç birimiz heç bir
funksiyadan istifadə edə bilmirik, çünki şifrə tələb olunur. Burada 10 dəqiqə var. Never nədir burada? Heç vaxt. Yəni ki, heç vaxt bu şifrə tələb etmir. Heç vaxt logout olmasın. Yəni ki, istifadəçi hesabından çıxmasın. Yalnız nə vaxt şifrə tələb eləyəcək, never qoyduqda, o vaxt şifrə tələb eləyəcək ki, biz DVR-ı restart elədikdə, yəni DVR, NVR fərqi yoxdur. Hansı ki, bunu nə vaxt restart etsək, yenidən başlatsaq, onda bizdən cihaz yeni şifrə təyin etmiş olacaq. Biz bu məqama da diqqət yetirməliyik. Bu da əsas məqamlardan biridir. Düzdür, bunlara heç kim, çox adamlar diqqət yetirmir. Burada yazılıb ki, menyunun çıxış modu bizdə ictimai VEGA-dır. Ola bilsin ki, bizdə əlavə elə DVR-lar var ki, hansı ki, ictimai ayrı olur, VEGA ayrı olur. Ona görə də biz buradan seçim edə bilərik ki, çıxış modunda birinci VEGA olsun, yoxsa ictimai olsun. Onu hansı ki, ya da avtomatik olaraq özü təyin eləsin. Onu hansı ki, menyunun çıxış modundan buradan təyin edirik. Burada görürsünüz, köməkçisi var. Bunu məsləhət görürlər ki, DVR-ı ilkin başlatdıqda cihazı, burada köməkçisini söndürəsiniz. Çünki DVR artıq hər dəfə açılanda sizdən bu köməkçi sizin qarşınıza çıxacaq. Bu da heç xoşa gələr bir hal deyil. Ona görə məsləhət görülərdir ki, köməkçisini çıxarasınız. Çünki başı çıxmayan insanlar köməkçidən istifadə edəndə hard diski format etmiş olacaq, şəbəkəni quralamış olacaq, HIC connecti deaktiv etmiş olacaq. Buna görə də siz buna diqqət yetirmeniz daha məqsədə uyğun olar. Burada görürsünüz şifrə aktivləşdirmək, şifrəni deaktivləşdirmək var, hansı ki enable password. Biz burada enable passworddan artıq deaktiv etsək və apply eləsək, bizdən artıq DVR heç bir zaman yanım söndükdən sonra da şifrə tələb etməyəcək. Rahat şəkildə biz DVR-ə girib hər bir funksiyasından istifadə edə biləcəyik. Buna görə də məsləhət görülür ki, siz diqqət yetirəsiniz burada. Burada yəni ki, ora necə yerdir, burada şifrə olmalıdır, yoxsa yox. Biz bunu necə tənzimləyək, buna diqqət yetirməlisiniz. Burada var VEGA HDMI Resolution ölçüsü, hansı ki, bu da baxır bizim televizorumuzun ölçüsünə. Burada 4K seçimi də ola bilər. Sadəcə olaraq bu DVR, qoşduğum DVR 4K-nı dəstəkləmir deyə maksimum ölçü 1080p-dir, 2 megapiksel monitor üçündür, 1080p monitor üçündür. Ona görə də bizim qoşduğumuz maksimum monitor, yəni effekt aldığımız monitor 1080p olacaq. Bu da bizim monitorumuzun ölçüsünə görə dəyişir. Əgər monitor əlbəttə ki 1080p-ni dəstəkləmirsə, biz onu VEGA ilə qoşub 1080p qoysaq, görüntü avtomatik olaraq itəcək. Bunu hamınız bilirsiniz. Buna görə də bu təyin etmək lazımdır ki, DVR hansı siqnal dəstəkləyir, ondan sonra biz bu ölçünü təyin edək. Sonra DVR sönməsin. Əlbəttə ki, DVR söndükdən sonra da biz bunu web interfeys vasitəsilə tənzimləyə bilərik. Ona görə də ola bilər ki, yanınızda notebook olmasın. Bu çətinliyə düşməyəsiniz deyə buna diqqət yetirməyiniz vacibdir. Burada gördüyümüz kimi mausun, hansı ki sürətidir. Mausun sürətini biz buradan azaldıb çoxalda bilərik. Gözləyim. Ölçünü dəyişdim. Ona görə şey oldu. DVR mənə vaxt verdi ki, təsdiqləyirsən yoxsa yox. Ölçü mən cancel elədim, lazım deyil mən ölçünü dəyişməyi. Burada görürsünüz hansı ki CVBS Outnet Brightness var. CVBS nədir? CVBS DVR-larda olan əlavə analog çıxışdır. Hansı ki biz 50 metr, 100 metrə kimi monitora görüntü verə bilirik bu çıxışla. Biz bu çıxışın parlaqlığını tənzimləyə bilərik ki, daha parlaq olsun və ya daha az parlaq olsun. Ona görə də bu qırmızı və görürsünüz yaşıl hansı ki rənglər var. Yuxarı etdikcə daha parlaq, aşağı etdikcə daha parlaqlıq az olur. Yəni istifadə edə bilərik. Hansı ki burada PAL-NTSC standartı var. Bu əslində köhnə proqramlarda, yəni proqram təminatlarında yox idi. Bunu olmağı daha yaxşıdır. Çünki bilmirəm bir çoxlarınızın başına gəlib yoxsa yox. Biz çox vaxt kamera alırıq, məsələn digər istehsalsının Hikvision olmayan. Alırıq deyəndə ki, çox vaxt müştəri
çağırır ki, mənim kameralarım var, işləyir, amma ki, DVR-ım işləmir. Mən burada DVR-ı dəyişdirmək istəyirəm. Kameralarım qalsın, dəyişdirməyim. Bir çoxlarımız aparırıq, yeni DVR qoyuruq, yeni cihaz qoyuruq və cihaz qoyandan sonra görürük ki, kameralar işləyir, hər şey normal, amma ki, ağ-qara rəngi göstərir. Birinci şübhə gəlir ki, insanın beyninə, bəlkə bu kameralara elektrik cəryanı yaxşı çatmır, amper azdır, amper çatışmamazlığı var. Ona görə də kameralar ağ-qara göstərir. Birinci beyində yaranan sual budur. İkinci sual nədir? İkinci artıq bu sualı biz beynimizdən götürdükdən sonra gətirib yeni adapterlə əvəz edirik və görürük ki, amperaj normaldır. Artıq biz yeni adapterdə istifadə edirik. Amperaj da normaldır. Lap kameranın yanından da qoşuruq. Bu ağ-qara görüntü itmir. Kameralar rəngsiz göstərir. Siz burada heç gərginlik keçirməyin. Çünki ola bilər ki, həmin kameralar NTSC dəstəkləsin. Ona görə də biz avtomatik olaraq NTSC-yə keçirərək və apply edərək yoxlayırıq ki, kameralar rəngli görüntüyə gəlir, yoxsa yox. Yəni, biz buna diqqət yetirməliyik. Çox vaxt PAL, NTSC söhbəti rol oynayır kameraların rəngli və rəngsiz göstərməyində. Düzdür, PAL, NTSC-da tezlik söhbəti var. Biri 50 tezliklə işləyir, biri 60 tezliklə. Amma ki, bu rəng söhbətinə təsir edir bu standart. Buradan keçdiyi ikinci bölüm, maraqlı bölümlərdən biridir, user seçimi. Yəni, bu user seçimin nəzərinizə çatdırım ki, bu user seçimi sizi çaşdırmasın. Bu user seçimi yalnız və yalnız DVR-ların lokal və qıraqdan, remote, yəni ki, IP adresi ilə qoşulub idarə etmək üçündür. Yəni ki, biz yeni user yaradıb, həm lokal burada icazələr verə bilərik, həm də ki, kənardan IP adresi vasitəsilə icazələr verib tənzimləyə bilərik. Burada bu bölmədə görürsünüz, Live View Permission on Lock Screen var. Mən bunu keçən dəfə açıqlamışdım, yəni keçən dəfə iştirak edən iştirakçılar bundan xəbərdardır. Live View Permission on Lock Screen nədir? Bizim hansı ki, biz indi şifrə yazıb, istifadəçi adını yazıb şifrəmizi daxil olmuşuq DVR-a və 4 kameraya 4-dən də baxa bilirik. Görürük də dostlar, görürsünüz, 4 kameraya 4-dən də baxa bilirik. No video, yəni ki, bu mənim kameralarımdır. Sadəcə burada kamera qoşulmayıb. Nə edirik biz? Gəlirik biz, istəyirik ki, məsəl üçün, mən avtomatik olaraq sistemdən çıxdıqdan sonra, yəni logout olduqdan sonra istifadəçi hesabından DVR şifrəsindən çıxdım. Məsəl üçün, çıxdım, logout elədim, logout OK. Və təzədən şifrəmi yazıb daxil oldum. Logout elədim, gördünüz ki, bu kameralar yenə 4-ü göstərir. Yəni ki, mən sistemdən çıxdım. Görürsünüz, mən sistemə girmək üçün şifrə tələb olunur, amma şifrəmi bilmirəm, məsəl üçün də. Nəzdən mən girirəm ona, indi başa salacağım siz üçün nə üçünsə bu, həmin o bölmə. Bölmə nə üçündür? Baxın, bu bölmə Live View Permission on Lock Screen. Burada göz şifrə tələb olunur, bu nastroka üçün, tənzimlənmək üçün. Mən şifrəmi yazıram. Şifrəmi yazıram və nastroka etmək üçün Next düyməsini basıram. Şifrəm də deyəsən yadımdan çıxıb. Gözləyin. Bir saniyə zəhmət olmasa. Gözüm. Şifrəmi mən yazdım və yenidən daxil oldum həm bu bölməyə. Və bölməyə daxil olandan sonra görürsünüz, burada 4 kamera var. A1, A2, A3, A4. Bu mənim IP kamera, HD kameralarım, TV kameralarım. Aşağıdakılar isə D1, D2, D3, D4, D5. Bunlar mənim IP kameralarım ola bilər, amma deyil. Çünki eyni zamanda bu DVR bu qədər kameranı dəstəkləmir. Hansı ki DVR kameranı biz söndürməliyik və IP kamera üçün kanal aktiv etməliyik. Gəlin ki, əsas məqsəd nədir burada? Baxın, mən bu kameraların hamısını söndürürəm. Kameraların hamısını söndürürəm. Və deyirəm ki, mən müştəriyəm. Mən istəyirəm ki, mən sistemdən çıxdıqdan sonra və gəlib ekrana baxdıqda, mənim yalnız bir kameram göstərsin. Qalan 3 kameram göstərməsin. Mən sistemdən çıxdıqdan sonra şifrəni yazmadıqda digər kameralara heç kim baxa bilməsin. Yalnız birinə baxsın. OK deyirəm, super, götürdüyüm üçün. Və siz əlbəttə ki, bir kameraya baxacaqsınız. Görürsünüz, mən indi 4-dən də baxıram. Yəni ki, 4 kameranı görürəm. Amma ki, burada nəzərinizi çatdırıram ki,
Mən burada logout eləsəm, sistemdən çıxsam, artıq mən burada gördünüz bir kameranı görmüş oldum. Yəni ki, qalan 3 kamera no permission, icazə yoxdur burada. Artıq mənim bu kameralara baxmağa ixtiyarım yoxdur. Baxa bilmirəm. Çünki mən onları artıq bağladım. Artıq mən bunlara baxmaq üçün şifrə tələb olunur. Görürsünüz, no permission, no permission. İcazə yoxdur, icazə yoxdur, icazə yoxdur. Yalnız bir kamerama icazə var. Qalan 4 kameraya baxmaq üçün mən eyni zamanda nə etməliyəm? Şifrəmi aktivləşdirməliyəm. Burada artıq mən şifrəmi aktivləşdirirəm. Gördünüz ki, 4 kameranın 4 açıldı və mən 4-dən rahat şəkildə baxa bilirəm. Və gəlirəm burada mən user yaratmağa. User yaratmaq nə üçündür? Yəni user bu xeyr, yalnız internet üzərindən deyil, Bəhruz bəy, bu lokal olaraqdır. Live view permission lock screen. Görürsünüz, screen yazılıb, yəni ki, ekranda. Bu göstərdiyim hansı ki icazə yalnız və yalnız lokal monitor üçündür. İndi mən sizə göstərəcəm hansı ki internet üzərindən görüntüləri necə bağlaya bilərsiniz statik IP ilə. Bu yenə də deyirəm, bu Hikconnect-ə aid deyil. Hikconnect-ə görüntünü bağlamaq, icazə vermək tamam başqa üsullandır. Onu biz Hikconnect webinarımızda sizə açıqlayacağıq. Ona görə də xahiş edirəm diqqət yetirək indiki məqamlara nəzərimizdən qaçırmayaq. Burada görürsünüz add var. Hansı ki add device, add device deyirəm, üzr istəyirəm. Add user, hansı ki əlavə etmək. Biz burada bir istifadəçi əlavə edirik və istifadəçi əlavə etmək üçün bizdən tələb olunan şifrə. Biz şifrəmizi yığırıq yenə. Yenə də yəqin ki düz yığdıq. Burada biz bir istifadəçi adı yaradırıq. Məsəl üçün yaradaq Arif istifadəçi adı. Bir Arif yaradaq. Və Arif üçün bir şifrə təyin edək. Fərz edin ki, Arif axıran sistemində işləyir və qapıda durur və ona biz icazə verməliyik və yalnız 2 kameraya baxmağa, digər 2 kameraya baxmamağa. Yəni ki, mən burada 2 kamera deyirəm, DVR 16 kanal da ola bilər, 32 kanal da ola bilər, NVR olar və ya 64-256 kanal ola bilər. Ona görə də biz diqqət yetirməliyik ki, hansı kameralara biz icazə verəcəyik, hansı kameralara verməyəcəyik, indi onları göstərəcəm. Biz burada Arif üçün bir şifrə təyin edirik. Məsəl üçün, mən yazıram, indi elə belə şərti Arif 1, 2, 3, 4, 5 olsun Arif bəyin şifrəsi və ikinci hansı ki şifrənin təkrarı Arif 1, 2, 3, 4, 5 Arif bəy indi gözü gördüyü adamın alnına gəlir, ona görə də bu şifrəni düşündüm, ad düşündüm. Hansı ki, burada user MAC adres var. Bu da diqqət çəkən məqamlardan biridir. Çoxumuz buna diqqət yetirmirik. Bildiyimiz kimi cihazların çoxsu planşetlərdir, mobil telefonlardır və personal kompüterlərimizin hamısının MAC adresi var. MAC adresinin vasitəsilə biz nə edə bilərik? Həmin o hansı ki, Arifin kompüteri qoşulacaq ki, bura, cihazı qoşulacaq və Arifin mobil telefonu qoşulacaq bu cihaza. Biz o həmin cihazın MAC adresini bura yazırıq. Bu da nə üçün yaxşıdır? Arifin kimsə sabahsı gün şifrəsini ələ keçirsə, öz mobil telefonu və ya kompüterlə baxmaq istəsə, artıq nə edəcək? Baxa bilməyəcək. Çünki MAC adres uyğun gəlmir. Ona görə də biz bu MAC adres söhbətinə diqqət yetirməliyik. Bu çox önəmli məqamlardan biridir. Çünki biz buna diqqət yetirməsək, artıq şəbəkə təhlükəsizliyin, cihaz təhlükəsizliyin maksimuma qalxızmayacaq bu halda. Ona görə də yaxşı olardı ki, bu məqama biz diqqət yetirək. Əziz dostlar, biz burada OK düyməsini basırıq və Arif userin bura müvəffəqiyyətlə əlavə edirik. Yəni, biz artıq userimiz var. Görürsünüz, məndə yazılır ki, weak password, yəni sənin şifrələrin heç biri yaxşı deyil. Ona görə daha yaxşı olardı ki, normal şifrələrdən istifadə etmək. Burada görürsünüz, belə bir işarə var, aktiv işarəsi, icazə. Biz bunun üzərinə basırıq. Basdıqdan sonra görürsünüz, local configuration, remote configuration, camera configuration. Yəni, lokal olaraq tənzimləmələr,
kənardan tənzimləmələr və kameranın tənzimləmələri. Burada bir-bir açıqlayacağam. Burada gözünüz log search var. Local log search. Yəni ki, logların axtarışına icazə verim, yoxsa yox. Burada istəsəm icazə verə bilərəm, istəsəm vermərəm. Burada deyir ki, lokal olaraq, yəni ki, lokal bilirsiniz nə deməkdir? Çaşdırmasın həmişə. Remote-la lokal. O lokal şəbəkə də deyil bu. Lokal yəni mən oturmuşam monitoru qarşısında, əlimdə mouse, DVR-ı idarə edirəm. Yəni lokal budur. Yəni lokal network şəbəkəsi deyil. Bu lokal DVR-ın idarə olunmasıdır. Yəni mən mouse-la monitordan idarə edirəm. Yəni lokal çaşdırmasın ona görə sizi. Lokal DVR nastrokaların tənzimləmələrini mən müdaxilə edə bilim, yoxsa yox. DVR tənzimləmə, üzr istəyirəm, mikrofon bağlayayım. DVR tənzimləmələrin mən müdaxilə edə bilim, yoxsa yox. Görürsünüz, lokal parametr nastrokası icazə olsun, yoxsa yox. Lokal olaraq kameraların nastrokasına girə bilsin, daxil ola bilsin, yoxsa yox. Lokal olaraq hansısa bir operasiyaları həyata keçirə bilsin, yoxsa yox. Yəni ki, DVR option lokal nastrokalarda hansını istəsəniz icazə verə bilərsiniz, hansını istəsəniz yox, verə bilməzsiniz. Baxın, burada mən məsəl üçün icazə vermirəm, söndürüb yandırmanı icazə vermirəm. Burada quş qoymasam ki, söndürüb yandırsın, artıq söndürüb yandıra bilməyəcək. Burada var məsəl üçün sonra remote configuration, bu artıq remote configuration. DVR-ın lokal şəbəkədən, şəbəkə yaddan çıxarmayaq. Lokal şəbəkədən və kənardan statik IP ilə idarə olunmasına biz hansı icazələri verə bilər ki, Arifə? Arifə mən kənardan icazə verirəm remote log search. Artıq kənardan icazə vermirəm. Parametrlər nastrokasına, kamera nastrokasına bu nastrokalara icazə vermirəm. Heç iki tərəfli səs nastrokasına icazə vermirəm. Hansı ki, o mənə səs göndərə bilməsin, Arif, kamerama və ya DVR-ma. Burada remote alarm control, buna mən icazə verirəm, hansı ki, qıraqdan bu idarə edə bilsin alarm sistemi və remote shutdown reboot, hansı ki, mən yenə icazə vermirəm ki, bu kənardan DVR-ı söndürüb yandıra bilməsin, restart verə bilməsin. Çünki Arif sabah, məsəl üçün, Arifin arasında müdiriyyətlə bir problem çıxdı. Arif, hansı ki, şirkətdə artıq işləmək istəmir, bir ay qabaq fikrini dəyişib ki, mən çıxacam işdən, gedəcəm başqa işə, hansı ki, axıran işləyir və orada hansı ki, və ya kimləsə düşmənçilik münasibəti yaranıb. Burada asanlıqla bu hansı ki, remote reboot olsa, bu kənardan telefon vasitəsilə kameralar söndürüb yandırıb, hansısa bir əməliyyat həyata keçirə bilər. Ona görə də bu icazələri diqqət yetirməliyik. Hansı icazə verir, yoxsa yox. Burada gəldik əsas məqam. Biz hansı kameralara icazə verə bilərik baxmağa, hansı kameraları verə bilmərik. Bayaq ki, sual buna ünvanlanırdı, hansı ki, bu funksiyaya. Mən Arifə icazə verirəm, məsəl üçün, kənardan 3 kameraya baxsın. A1, A2, A3. Remote Live View. Hansı ki, icazə verdim, 3 kameraya baxsın. Local Manual Operation. Bunlara hamısını quşu çıxardıram, çünki bunun qalmağı düzgün deyil. Çünki Arif burada artıq manual olaraq operasiyalar edə bilər. Bu da ki, heç düzgün deyil. Bunu hansı ki, operatora bunu vermək, həvalə etmək. Bu yetkilər ancaq admində olsa daha məsləhətlidir. Remote-dan da mən götürürəm, remote-dan da mən artıq bu yetkiləri götürürəm. Local playback, yəni ki, bu nədir? Arxiva baxmaq. Arifin hansı kameralara baxmaq imkanı olsun. Ekranı yazmayın, hə, düzdür. Ekranı yazmasalar daha məsləhətlidir. Amma ki, mən silərəm bunları. Problem deyil. Bunlar gələn dəfə mən geri hamısını bağlayayım. Ola bilsin, əllər dəyir iştirakçıların. Problem deyil. Burada lokal playback, hansı ki, arxiva baxmaq. Mən Arifə icazə verirəm, nə bilim, istəmirəm Arif 3-cü, 4-cü kameraya baxsın. Arifə icazə verirəm ki, ancaq 1-ci, 2-ci kameraya baxsın və apply edirəm. Əlbəttə ki, apply yaddan çıxartmırıq.
burada nədir? Remote playback and download. Yəni ki, biz qıraqdan yaddaşa baxmaq, arxivə baxmaq və arxivi öz kompüterimiza yükləmək. Mən burada kənardan yenə də iki kamerama icazə verirəm ki, eyb yox, Arif həm kənardan iki kameraya baxsın, həm də ki, iki kameranın arxivini öz kompüterinə yükləsin. Problem yoxdur. Mən burada məsəl üçün icazə vermirəm. Heç mənə lokal PTZ kontrol. Deyirəm ki, mən PTZ-mi idarə edə bilməsin Arif. Arif bəy, siz adınızı seçmişəm burada. Hansı ki, mən buradan icazə verə bilərəm. PTZ-ni idarə edə bilsin, idarə edə bilməsin. Burada keçir Remote PTZ Control deyir. Bu lokal idi. DVR üzərindən PTZ-nin kontrolu, idarə olunması. Bu isə remote-dur. Kənardan PTZ-nin idarə olunması. Yəni, kənardan PTZ idarə oluna bilsin, yoxsa oluna bilməsin. Kənardan da icazə vermirəm, olunmasın. İstəmirəm kənardan da idarə olunmağın. Sonra burada görürsünüz, var Local Video Export. Yəni, gəldim DVR-i qabağında oturdum, Arif adminəm və ya Arifə bir yetki verə bilərəm ki, Arif gəldi, oturdu DVR qarşısında videoları eksport edə bilsin. Hə, edə bilsin, problem deyil. Hadisə olub, Arif videoları birinci, ikinci kamera videosunu eksport edə bilsin. Local Live View. Buradan artıq Local Live View. Mən Arifə bir, məsəl üçün, istifadəçi adı verirəm. Estağfurullah, bir yetki verirəm. Arif hansı kameralar baxa bilsin. Arif baxsın 3-cü, 4-cü kameraya, düzdür? Qalan kameralara baxa bilməsin. Burada, bunların hamısını sizə göstərdim və OK düyməsini basıram. Və əlbəttə ki, Arifə mən 3-cü, 4-cü kamera icazəsini vermişəmsə, mən burada bütün kameraların icazəsini bağlamalıyam. Çünki Arif bunu bağlamasam, Arif çünki bütün kameraları görmüş olacaq onsuz da, mən bunu bağlamasam. Ona görə də biz ikinci user yerə atmışıqsa, avtomatik olaraq Live View Permission on Lock Screen, hansı ki, logout olduğu da istifadəçi dediyim kimi, mən menyudan çıxdıqda, istifadəçi hesabından çıxdıqda heç bir hesaba daxil olmamış kameraya baxa bilməsin. Baxın, gəlin də yoxlayaq. Burada mən yetkini götürdüm, düzdürmü? Heç kim çıxdıqdan sonra baxa bilməsin. Və Arifə 2 kameraya icazə vermişəm. Mən burada görürsünüz, bir dəqiqəm sistemdəyəm, baxa bilirəm. Hansı ki, userimə daxil olmuşam, bütün kameralara baxa bilirəm. Və burada logout edirəm. Logout edirəm və logout edirəm. Burada görürsünüz, heç bir kameraya baxma mənə icazəm yoxdur. Mən baxa bilmirəm. Çünki mənim username-im, istifadəçi adım və şifrəm yoxdur. Mən artıq nə etməliyəm? Mənim bir şifrəm olmalıdır ki, mən kameralara baxım. Artıq görürsünüz ki, burada Arif adı mövcuddur və Arifin öz şəxsi hesabı var. Biz Arif üçün bir hesab açmışıq və o hesaba icazələr verdik. Arif 1, 2, 3, 4, 5 yazaraq biz artıq üzr istəyirəm. Bir dəqiqə. Arif 1, 2, 3, 4, 5 yazaraq biz gördüyünüz sistemə daxil olduq. Artıq görürsünüz ki, Arifin 2 kameraya icazəsi var, 2 kameraya baxmağa icazəsi yoxdur. Və dediyim kimi təkrar edirəm, əgər biz logout etdikdə, yəni sistemdən çıxdıqda o həmin nastrokadan bağlamamışıqsa, əgər, onda Arif bütün kameralara baxa biləcək. Əgər bağlamışıqsa, baxa bilməyəcək. Baxın. Lock screen. Görürsünüz, burada mən prosta hard diskim yoxdur, göstərə bilmirəm sizə. Görürsünüz, burada icazəsi yoxdur, çox şeylərə mən bağlamışdım. Kamera nastrokasında görürsünüz, non permission yazılıb, daxil ola bilmirəm. Baxın, bir neçə dəfə basıram, daxil ola bilmirəm. Gördüyünüz kimi, baxın, kamera bölməsini bağlamışam, storage bağlamışam. Kameranı da bağlamışam, storage da bağlamışam, daxil ola bilmir, sistemə daxil ola bilir. Çünki mən sistemdən görürsünüz, network'a əsas hansı ki, tənzimləmələrə daxil ola bilmir Arif. Görürsünüz, sistem. Sadəcə olaraq köhnə şifrəsini yazıb, yeni şifrə ilə əvəz edə bilər. Burada görürsünüz, sonra Arif ancaq heç bir dəyişiklik edə bilməz. Sadəcə olaraq sistemin məlumatlarına baxa bilər. Çünki mən orada artıq icazələri bağladım axı. Burada bildiyimiz kimi mən keçirəm. Yəqin ki, hamımıza aydın oldu. Bu məqam çox maraqlı məqamdır. Çox lazım olan məqamlardan biridir. İstifadə olunan funksiyalardan biridir.
Yəqin ki, bir çoxlarımıza bu aydın oldu. Və mən hansı ki, bu userdən çıxıram, Arif userindən, mən yenidən adminlə daxil oluram. Adminlə daxil oldum və admin daxil olduqda görürük ki, mən bütün kameralarımı görmüş oldum. Baxın, bu məqamı mən bir də sizin nəzərinizə çatdırım. Baxın, mən Arif user açmışam, amma 2 kameraya dostluq vermişəm, hansı ki, icazə vermişəm ki, görə bilsin. Və amma ki, əziz dostlar, mən burada bütün kameralara dostluq versəm ümumilikdə, yəni ki, bu nastroykana, bu tənzimləməni gözdən qaçırsam, artıq mən logout da olsam, görsən yenə hamısı kameraları görür. Yəni mənim mənası olmadı artıq daxildən kameralarımı və artıq Arifə icazə verməyimin mənası olmadı. Onsuz da Arif də artıq kameraları görəcək. Çünki mən orada icazələri hamısını götürdüm. Buna görə də biz ikinci istifadəçi adı yaratdıqda orada həmin bu məqama diqqət yetirməliyik. Buna görə də xahiş olunur, bunları nəzərinizdən qaçırmayasınız. Və gəldik biz user bölümünü qurtardıq. Yəqin ki, aydın hamısına. Çox maraqlı bölüm idi bu. Mən elə düşünürəm ki, biz buradan modify edib şifrəmizi dəyişə bilərik. Bunu da nəzərimizdən çatdırım sizə. Məsələn, admin şifrəni dəyişmək istəyirəm. Buradan modify edirəm. Hansı ki, dəyişiklik edirəm. Hansı ki, bu bölməyə daxil oluram. Bu bölməyə daxil olduğumuzda görürsünüz ki, admin üçün də biz MAC adres söhbətin hansı ki, MAC adres funksiyasından istifadə edə bilərik. Adminin kompüterinin, serverinin MAC adresini bura əlavə edərik. Digər kompüterlər, digər avadanlıqlar vasitəsilə adminin şifrəsi ələ keçsə də daxil olmaq olmasın. Buna görə də biz bunu da diqqətimizdən qaçırmayaq. Burada görürsünüz ki, o şəkildə şifrə var idi. Mən Z hərfi yazmışdım. Əlbəttə ki, biz bunu buradan dəyişə də bilərik və ya bağlaya bilərik. Buradan artıq onu açıb bağlamaq imkanımız var. Hansı ki, həmin o şəkildə şifrəni. Buna görə də biz burada yenidən fayl ixrac edə bilərik. Bu nədir? Burada elə bir ki, buna quş qoysaq, bizə hər dəfə bu fayl ixrac edəcək bizdən. Ona görə də bunu bir dəfə fayl ixrac etdikdən sonra bu məsləhət görünmür ki, hansı ki, orada aktiv işarəsini saxlayasınız. Yəqin ki, bu bölüm də sizə aydın oldu. Keçirik biz şəbəkə bölümünə, network bölümünə. Network bölümünü mən sizə bayaqlar göstərdim. Burada görürsünüz ki, enable DHCP-dir, yəni DHCP aktivdir. Amma görürsünüz, məndə IP adres götürüb cihaz. Amma heç bir qurğuya mən qoşmamışam bunu. Yəni, heç bir avadanlığa qoşulmayıb. Amma ki, IP götürüb. Ona görə də DHCP-yə aldanmaq çox vaxt olmaz. Ona görə də böyük yerlərdə, böyük şəbəkələrdə sual vermək lazımdır ki, DHCP-dir sizdə, yoxsa static IP-dir. Bu sizin, yəni ki, vaxtınızı almasın deyə. DDNS xidməti bildiyimiz kimi artıq Hikvision'da dayandırılıb. DDNS xidməti o vaxt yəqin ki, çoxdan Hikvision'dan işləyən istifadəçilər bilər ki, DDNS xidməti var idi. HikConnect mövcud deyildi. O vaxt var idi DDNS xidməti. Artıq DDNS xidməti istifadəçilərə verilmir və o əvəz olunub HikConnect-lə. Burada var, sonra NTP var. Biz bundan istifadə edirik ümumiyyətlə. NTP bölməsi saat serveridir. Əlbəttə ki, bu da qaçılmaz məqamdır. Ola bilər ki, şəbəkədə 15 dənə DVR-ınız olsun, məsəl üçün 10 DVR-ınız olsun və 30 kameranız olsun. Bir çox avadanlıqlarınız olsun da. Yəni NTP server təkcə bu DVR üçün yaradılmış bir bölmə deyil. Hansı ki, bu saat serverindən Windows'larda istifadə edir, digər avadanlıqlar da istifadə edir. Bu da nə üçündür, dostlar? Əgər bizim NTP serverimiz varsa, bu server saatın bütün cihazlar arasında saniyəyə kimi eyniləşdirilməsidir. Yəni ki, 1 saniyə fərq olmasın cihazlar arasında. Hamısı eyni saatla işləsin. Birində məsəl üçün 10 saniyə fərq ola bilər, birində 5 saniyə fərq ola bilər. Buna görə də diqqət yetirməliyik ki,
hansı ki bir çox avadanlığımız olarsa, saat fərqləri olarsa, biz NTP serverlərdən istifadə edə bilərik. Əlbəttə ki, NTP serverimiz olmasa əgər, biz Hikvision'un digər alternativ variantlarından və proqramlarından istifadə edərək saat sinxronizasiyası edə bilərik. Yəni ki, bütün cihazlarımızı, məsəl üçün bir kompüterin saatı ilə sinxronizasiya edə bilərik. NTP-dən serverdən istifadə edən də var, eləməyən də var. Yəni bu məcburi bir şey deyil. Bu yəni zərurət deyil ki, siz bundan istifadə etməlisiniz. Siz digər variantlardan da istifadə edib bütün cihazların saatlarını eyniləşdirə bilərsiniz. NTP server, yəni məsləhət deyəndə ki, bu ola bilər siz hansı ümumi bir serverdən istifadə edərsiniz. Elə yerləri var ki, burada sual verilib. Bunların internetə çıxışı yoxdur, lokal şəbəkədir. Məsələn, bank şəbəkəsidir. Bankda icazə yoxdur ki, internetə çıxış versin digərə. Ona görə siz hansısa bir saat serverindən istifadə edə bilmirsiniz, internetdə olan saat serverindən. Buna görə də sizin ola bilər ki, daxildə öz serveriniz olsun, saat serveri. Siz öz serverinizdən istifadə edəsiniz. Yəni ki, belə də ola bilər. Saat serveri çətinsə, o yoxdursa, siz əlbəttə ki, özünüzü əziyyətə salmırsınız. Hikvision'un batch configuration var, hansı ki proqram var. O proqramdan istifadə edərək, məsəl üçün, o proqramı mən sizə göstərə bilərəm. Batch configuration proqramını. Bir dəqiqə açılsın, mən göstərəcəm sizə. Baxın, indi bir dəqiqə mən açım, serveri sizə göstərəcəm. Bir saniyə gözləyin. Baxın, mən burada açıram. Yəqin ki, mən kompüteri, serveri, ekranını görürsünüz burada. Serveri, ekranı. Mən burada indi açacağım batch configuration proqramı. Ola bilər ki, siz çox vaxt batch configuration açanda şəbəkədə kameralarınızı görməyəsiniz. Buna görə də nə etməlisiniz? Batch configuration açanda, batch configuration'ı, burada biz sağ düyməni vururuq və inzibatçı kimi icra et. Yəni ki, biz admin vasitəsilə proqramı işə salırıq. Burada inzibatçı kimi idarə düyməsinə vurduqdan sonra. Görürsünüz, burada mən cihazlarım açılır, hansı ki aşağıda göstərilir. Və köhnə cihazları mən silirəm buradan. Köhnə cihazları mən silirəm buradan. Sildikdən sonra görürsünüz də kompüter ekranı normal görünür. Yəni görünürsə bir kimsə yazsın, mən bilim. Aha. Çox gözəl, təşəkkürlər cavab üçün. Burada artıq mən bütün cihazlarımı əlavə edirəm Connect proqramına, batch configuration proqramına. Gördüyünüz kimi bütün cihazlarım artıq əlavə olundu. Xahiş edirəm yazı yazmayaq. Mən bunu silim, bir dənə gözləyim, zəhmət olmasa. Hansı ki, mən burada cihazları görürəm batch configuration proqramında. Batch configuration proqramında bütün cihazlarımı görürəm. Mən bayaqlar sizə saat serverindən bəhs elədim. Və saat serverinin olmadıqda hansı alternativ variantdan istifadə edə bilərik, onu göstərirəm. Görürsünüz ki, şəbəkədə bir çox avadanlıqlar var, kameralar hansı ki var. Bizim
şəbəkəmizdir. Xahiş edirəm bu xəttlərdən istifadə etməyin. Gördüyünüz kimi mağazadır. Mağazanın kamerasıdır, şəbəkəsidir. Mən bunu silim bu xətti. Üzr istəyirəm, bunları silim, mən çaşdırır. Demək, burada gördüyümüz kimi şəbəkədə olan mövcud avadanlıqlardır. Biz batch configuration proqram vasitəsilə bu avadanlıqları görürük və biz burada saat eyniləşdirməsi eləmək istəyirik. Saat eyniləşdirməsi üçün biz bütün avadanlıqlarımızı seçirik və burada time sinxronizasiya var. Artıq time, baxın, görürsünüz, burada mən tez-tez eləyərəm, birdən görməzsiniz. Time sinxronizasiya. Bütün avadanlıqları seçirik və time sinxronizasiyaya toxunuruq və OK düyməsinə basırıq. Görürsünüz, burada yazılır ki, configurate. Bütün hamısı tənzimləndi. Artıq bizim bütün kameralarımızda saat eyniləşdirməsi oldu. Xahiş edirəm, ruskadan istifadə eləməyin. Gəlin dəfə geri bunu bağlayayım. Saat artıq gördüyümüz kimi bütün cihazlarda saat eyniləşdirməsi oldu və bütün cihazların saatı eynidir. Bu diqqət etdiyimiz məqamlardan biri olmalıdır. Çünki saat saniyə çox rol oynayır. Biz arxiv axtararkən hansı ki bir cihazda, bir kamerada, bir kamera, IP kamera və digər IP kamera və bir DVR və ikinci DVR arasında saat dəqiqə fərq olarsa, biz artıq çox çətinliklərlə üzləşmiş olacağıq. Ona görə də nə etməliyik? Biz saata diqqət yetirməliyik. Bu çox vacib məqamlardan biridir. Yəni, saat deyib keçməyək bunun üstündən işimizə peşəkar yanaşaq. Gəldik DVR-a. Burada NAT bölməsidir. NAT bölməsi, belə deyək, əvvəllər bunu aktivləşdirməyimiz vacib idi. Artıq bunu biz aktivləşdirməsəydik, Connect işləyir onsuz da zaten. Çünki bizim routerlarımızın çoxunda APNP mövcuddur. Hansı ki APNP vasitəsilə artıq DVR internetə çıxış almış olur. Ona görə də bu NAT bölməsinin əgər sizdə problem yaranarsa, hansısa bir Connect-lə bağlı, bu NAT bölməsini aktivləşdirə bilərsiniz və yoxlaya bilərsiniz ki, Connect niyə işləmədi? Bəlkə NAT-ı aktiv edeyim, onda işləyəcək. Yəni, bu da şəbəkəyə görə dəyişir. Hansı ki, ola bilər hansısa bir şəbəkə portları blok edəsin. Görürsünüz, sizə burada APNP-nin statusunu göstərir. Inaktiv yoxsa aktiv. Yəni, siz bunu aktiv elədikdə NAT-ı, siz APNP-nin statusunu görə bilirsiniz. Bir də external portu və external IP çıxışda olan IP adresinizi görə bilərsiniz. Yəni, bu external IP adresinizi çaşdırmasın. Çünki siz bundan heç bir yerdə istifadə edəmirsiniz. Bunu yalnız xəbərləşmədə olan server və sizi router arasındakı olan IP adresdir. Ona görə də siz buna çox diqqət yetirib özünüzü çaşdırmayın. Statik, zaten biz Connect-dən istifadə edərkən artıq bilirik ki, DVR avtomatik olaraq özü internetə qoşulur. Heç bir tənzimləməyə, hansı portu açmağa ehtiyac yoxdur. APNP olduqda, APNP əlbəttə ki, bağlı olduqda, əgər bizim routerumuz APNP bağlı olsa, əlbəttə ki, əziz dostlar, işləməyəcək o Connect məsələsi. İndi gözləyin, zəhmət olmasa mən sizə göstərim APNP-ni. Baxın, indi göstərəcəm. Mən modemə daxil oldum. Artıq indi sizə göstərəcəm APNP bölməsini. Hansı ki, sizlərə. Görürsünüz ki, Zixel modemin interfeysidir, web interfeysi. Hansı ki, mən buradan göstərəcəm ki, hansı funksiya burada aktiv olmasa,
biz artıq HIC Connect-dən istifadə edə bilmərik. Yəqin ki, görürsünüz bu bölməni. Bölməni hansı ki, baxın, burada biz APMP-ni aktiv edə bilərik. Görürsünüz, slujba APMP. Biz buradan bu quşu götürsək və ya nə vaxtsa burada APMP-də indi TP-Link routerlarında və ya digər cihazlarda başqa cürdür. Yəni ki, APMP-ni aktiv edib deaktiv eləmək. Çünki hamısında eyni deyil. Zixel ən çətin gəldiyi üçün insanlara ona görə Zixeldən göstərirəm. Əgər burada APMP aktiv olmasa, əziz dostlar, artıq bizim HIC Connect-imiz işləməyəcək. Ona görə də HIC Connect işləməyən yerlərdə modemə daxil olub siz baxarsınız, görün, APMP aktivdir yoxsa aktiv deyil. Bunu nəzərinizə çatdırım ki, əgər çox yerdə işləmirsə, modem köhnədirsə, APMP deaktivdirsə, əlbəttə ki, HIC Connect vasitəsilə biz artıq cihazı izləyə bilməyəcəyik. Kənardan problemlər yaranacaq və göstərəcək ki, net visiti, yəni ki, xəttdə deyil, belə offline. Bundakı bir çoxlarımız deyirik ki, mən IP vermişəm, hər şey yerindədir, amma ki, problem həll olunmur, hansı ki, cihaz internetə çıxış almır. Amma ki, mən statik IP DHCP-ni də aktiv eləmişəm, Connect-də aktiv eləmişəm. Mobil telefonlarda internet var, amma ki, cihazda yoxdur. Buna görə IPMP-yə diqqət yetirmək lazımdır ki, o aktivdir yoxsa yox. Burada gördüyümüz kimi e-mail nastroykasıdır şəbəkədə. E-mail nastroykasını bir də mən sizin nəzərinizə çatdırım. Çox vacib nastroykalardan biridir, tənzimləmələrdən biridir. Hansı ki, bu e-mail nastroykasını etdikcə bizdə istisnalar, hansı ki, smart funksiyanı istifadə etdikdə və ya hansısa bir istisna olduqda e-mail adresə bizə məlumat gələ bilər. Bu çox vacib bir funksiyadır. Yəni ki, bundan bir çox insanlar yararlana bilər və sizin üçün, müştəriniz üçün çox müştərilər istəyir e-mail nastroykası, amma ki, tənzimlənməsi. Çoxlarımız bunu edə bilmirik ki, alınmır. Burada səbəb nədir? Alınmamağın səbəbi. Çox vaxt port məsələsi olur. Providerlar SMTP portlara blok qoyurlar. Əgər onu siz tapsanız, portda blok var, onda siz bloklanmış portu aktivləşdirsəniz, artıq problem aradan qalxmış olacaq. Burada nədir? Enable Server Authentication. Burada biz öz e-mail adresimizi və şifrəmizi yazmalıyıq. Yəni ki, mən öz e-mail adresimi, şifrəmi yazmalıyım bura. Məsəl üçün, mən yazıram Azrat, mən e-mailimdir bu, e-mail nastroykası edirəm. Azrat.g Sabaska abv.az. Nəzərinizə çatdırım ki, bu e-mail nastroykasından sonra yekunlaşdıracağam, hansı ki, bugünkü webinarı, yəni qaldığımız yerdən xahiş edirəm, həmin iştirakçılar, biz vaxt göndərəcəyik, nə vaxt olacaq webinar, həmin vaxtda qoşularlar, qaldığımız yerdən davam edərik və bütün hansı ki, biliklərimi sizlə paylaşıram, hara diqqət yetirmək lazımdır, nastroyka eləmək lazımdır ki, sizin çətinlikləriniz olmasın. Burada e-mail parolu yazmalısınız, şifrəsiz, öz e-mailiniz şifrəsi. Yəni, mən məsəl üçün bir şifrə yazıram, indi öz e-mailimi yox da bir istənilən. Amma ki, siz burada e-maili, bir də ki, e-mailinizin şifrəsini yazmalısınız, yəni mütləqdir. Bundan sonra siz gəlirsiniz SMTP server. SMTP server nədir? Hər bir e-mailin öz SMTP serveri var. Məsələn, bizim o ABV maili Gmail-lə işləyir, Google-la işləyir. Yəni, Google bildiyimizə görə dünyada inkişaf etmiş şirkətlərdən biridir, hansı ki, o Gmail serverin insanların istifadəsinə verilir və təhlükəsizlik baxımından çox əlverişlidir və çox möhkəm təhlükəsizliyi var. Buna görə də biz nə edirik? SMTP serverimizi yazırıq. SMTP Gmail SMTP-si nə idi? Bilmədiyimizi baxa bilərik. Google-dan yazırıq ki, məsəl üçün, Mail.ru-nun ya Gmail-in SMTP-si nədir? SMTP serveri nədir? İngiliscə yazıb və ya türk dilində yazıb, rus dilində yazıb axtara bilərik. O da sırası yazır ki, Gmail-in SMTP-ləri budur və biz həmin anda Gmail-in SMTP-lərin buraya yazmış oluruq. Gmail yox, yəni istənilən e-mailin SMTP serveri ünvanı yazırıq və
Bundan sonra keçid alırıq SMTP porta. Yəni ki, hansı portdan SMTP portlarından istifadə edir bizim email server ünvanımız. Buna görə də deyirik biz. Baxırıq görüm, orada 25-dir, ya 465-dir, ya neçədirsə. Burada da açıq portu yoxlamalıyıq. 25 ilə işləmirsə, ya portu dəyişdirib başqa bir portla yoxlaya bilərik. Əlbəttə ki, bu port SMTP port olmalıdır. Hansı ki, həmin emailin istifadə etdiyi SMTP port. Burada kopyala bilərik məsəl üçün bunu. Burada görürsünüz sender, göndərən adresi. Mən göndərən adresini yenə öz adresimi yazıram. Adres bu addır, orada ad düşəcək. Hansı ki, qəbul edən, bizi 3 dənə qəbul edənimiz ola bilər. Yəni 3 fərqli e-mail ilə eyni vaxtda biz xəbərdarlıq göndərə bilərik. Ona görə də yəni ki, 3 dənə fərqli e-mail yaza bilərik. Mən də təkrar e-maillərdən istifadə edirəm. Qəbul edən bu adıdır, yuxarıda addır. Bu da adresidir. Yəni qəbul edən kimdir? Filan kəs düzdür. Həzrət, adresi düzdür. Burada da yenə həzrət. Yəni nəysə belə bir şey. Ad, adres, ikinci və üçüncü. Məsəl üçün üçüncü qoymadım. 2 dənə istifadəçim var, düzdürmü? Apply. Burada 587-dir. Avtomatik olaraq görürsünüz, e-mail özü götürdü. 587, 25-i götürmədi heç. Burada biz bunları doldurduqdan sonra test veririk, test. Görürsünüz, məndə şey verdi. Hansı ki, failed verdi, xəta verdi. Xətanı nə kimi göstərdi? Mən DNS-in nastroykasını eləməmişəm. Çünki məndə DVR-ın şəbəkəyə qoşulu deyil. DVR DNS götürməyib. Burada da DVR əgər DNS nastroykasını yazmamışıqsa, hansı ki, statik yazmışıq, ya DHCP qoymuşuq, DNS götürməyibsə, avtomatik olaraq biz burada DNS-imizi əllə yazmalıyıq ki, e-mail nastroykası, e-mail tənzimlənməsi, hansı ki, e-mail xidməti işləsin, aktivləşdirilsin. Yəni, burada əsas diqqət. Bir də nəzərinizə çatdırım ki, e-mail işləməməyinin əsas səbəb nədir? Məsəl üçün, bu e-maillər var, hansı ki, Gmail-dir, Mail.ru-dur. Bunların içərisindən daxil olmalısınız nastroykadan, hansı ki, icazələr var. Orada icazə almalısınız ki, icazəni açmalısınız. Orada permission var. Yəni ki, girirsiniz Gmail içərisinə, orada Google-da yazırsınız, çıxacaq özü sizi qarşınıza icazələri açmaq digər 3-cü proqram üçün, 2-ci, 3-cü proqram üçün. Gmail içərisindən icazə verirsiniz ki, mənim Gmailim digər proqramlar vasitəsilə sinxronizasiya olsun, yəni xəbərləşmə getsin. Burada nədir? Yəni ki, Outlook-dur, hansısa mobil application-dır, hansısa bir avadanlıqdır. Sinxronizasiya getmək üçün Google içərisində təhlükəsizlik var. Təhlükəsizliyi söndürürsünüz ki, o artıq təhlükəsizlik sönsün və Gmail digər avadanlıqlarla sinxronizasiya olsun və yazıb orada istifadə edə biləsiniz. Və burada biz apply edirik və bizim e-mail nastroykamız, yəni tənzimləməmiz hazır ola bilər. Connect-in nastroykasını mən sizə göstərmişdim. Burada biz hamınız bilirsiniz, portlarımızı tənzimləyə bilərik. Multikastda da diqqət yetirməliyik. Multikast IP adres, sonra RTSP. RTSP bir çoxları sual verir. RTSP hardadır? Yəni ki, sizdə RTSP dəstəkləyirmi, dəstəkləmirmi? Əlbəttə ki, bütün DVR-larımız, IP kameralarımız hamısı RTSP yayım portunu dəstəkləyir. Bunun çox vaxt RTSP-nin çox vaxt yayım eləyərkən istifadə olunur. Yəni ki, bir kameranı 500 fərqli ünvana vermək üçün istifadə edə bilərik. RTSP istifadə edərkən əlbəttə ki, multicast serverimiz olmalıdır. Multicast serverdə management switchlərdə olur. Hansı ki, switch alarkən diqqət yetirməlisiniz. Hansı ki, bu switch multicast protokolunu dəstəkləyir yoxsa yox. Buna diqqət yetirməlisiniz. Əlbəttə ki, multicast protokolunu dəstəkləməsə, artıq biz RTSP yayım serverindən istifadə edə bilməyəcəyik. Burada görürsünüz, çıxışa limit qoya bilərik biz. Çıxışa limit qoya bilərik. Hansı ki, burada görürsünüz, output bandwidth limit var. 2 megabit və ya hansı ki, üzr istəyirəm, bir dəqiqə.
Bir il, bir il deyim, estağfurullah. Çıxışa limit qoya bilərik, 2 megabit və ya 4 megabit. Yəni ki, bu nədir? Limit nədir? Çox vaxt sual yaranır ki, DVR məndə internet çox yeyir, nə bilim, çox aparır kameralara baxanda. İstəmirəm ki, 2 megabitdən çox DVR internetimi aparsın, belə bir suallar. İnternet yox, yəni şəbəkəmi istifadə eləsin, belə deyək də, internet deməyimiz düzgün çıxmır şəbəkəmizdə. Biz burada limit qoya bilərik ki, cihaz, məsələn, şəbəkədə 5 megabitdən çox, məsəl üçün, 5 megabitdən çox, megabit saniyədən çox bəndviz istifadə eləməsin. Ancaq yalnız 2 megabit olsun. Mən indi bunu aktiv eləmirəm. Çünki aktiv eləsəm artıq reset gecir DVR. Yəni limiti buradan qoya bilirik. 5 megabit yoxsa 10 megabit limitini. Giriş yox, çıxış limitidir bu yalnız. Yəni ki, çıxış limiti nə qədər olsun? Çıxış limiti 5 də ola bilər, 10 da ola bilər, 2 də ola bilər. Yəni defaultda 2 megabitdir bəndviz. Çıxış limiti. Yəni ki, biz buradan hansı ki bu çıxış limitdə nəyə görədir? Deyim sizə, bu hansı ki RTSP-dən istifadə edəndə, multicastdan istifadə edəndə artıq sual yaranır axı. Hansı ki bu kameraya RTSP istifadə olunduqda məndə nə qədər bəndviz limiti, bəndviz istifadə olunacaq və çox olarsa mən istəmirəm, məndə şəbəkədən çox istifadə olunsun və ya məndən çox patok da artılsın. Siz burada artıq limit qoya bilirsiniz. Burada gəldik biz eventə. Event nədir? Motion detection funksiyası, hansı ki hərəkətə görə funksiya. Bir çoxlarımız bununla tanışıq. Bu DVR, bir çoxlarımız yox, hamımız tanışıq motion detection'dan. Motion detection, yəni DVR hansı ki ilk dəfə istehsal olunandan, yəni ki motion detection artıq mövcud idi. Hərəkətə görə çəkilir. Biz bunu buradan aktivləşdiririk, hamımız bunu bilirik. Biz buradan zonalar qoya bilərik, hansı ki full screen, hansı ki zona seçə bilərik, hansı zona çəksin, hansı zonanı yox. Buradan əlbəttə ki həssaslığı artırıb çoxalda bilərik. Həssaslığı artırıb çoxalda bilərik. 100% yoxsa 0%. Burada aralığında dəyişir. Biz əlbəttə ki, bunda həssaslığı 100% qoymamız düzgün deyil. Çünki 100% qoyanda artıq hər bir şeyə reaksiya verəcək. Buna görə də motion detection funksiyası düzdür, köhnədir. Amma ki, motion detection'ın hərəkətə görə çəkilişin yeni bir funksiyası var. Bunu hamımız bilirik. Həmin funksiya, hamımız bilirik deyirəm, funksiya. Motion hərəkətə görə çəkilişin, bir də üzr istəyirəm. Demək, yeni bir hansı ki yenilik nədir bu hərəkətə görə çəkilişdə? Bir çoxlarımız məsələn şikayət edirdi ki, bu hərəkət olur, amma ki toza qarşı, milçəyə qarşı reaksiya verir DVR, hansı ki cihaz həmin anda mənə həm arxivə video görüntü gedir, həm də ki hansı ki monitoring sistemində lazımsız çağırışlar gəlir, həyəcan çağırışları. Artıq bir çox həyəcan çağırışı lazımsız gəldikdə, artıq biz ona lazımsız kimi baxırıq və lazımlı həyəcan çağırışı gəldikdə biz ona diqqət yetirmirik. Buna görə də artıq bizim AcuSense DVR-larımız mövcuddur. Hansı ki AcuSense DVR-larımız filtr edir. Filtr vasitəsilə lazımsız siqnallar, lazımsız həyəcan çağrılarını aradan qaldırır. Lazımsız həyəcan çağrıları nədir? Artıq false alarm filtri mövcuddur. Burada gördüyümüz kimi. Burada görürsünüz quş qoya bilmirəm mən. Çünki bu AcuSense DVR deyil. AcuSense DVR olmadığına görə mən hansı ki burada quş qoya bilmirəm, aktivləşdirə bilmirəm. Artıq mənim AcuSense DVR-ım olduqda aktivləşdirə bilirəm həmin funksiyanı. Aktivləşdirdikdə isə bu filtr vasitəsilə bu motion detection funksiyası yalnız insana və maşına reaksiya verir. Yalnız insan olanda insana reaksiya verir və arxivə görüntü göndərir, arxiv göndərir. Həm də ki monitoring otağına artıq həyəcan çağrısı gəlir, lazımsız çağrılar ortadan qalxmış olur və burada monitoring otağında
daha dəqiq izləmə olur. Bu AdSense funksiyası çox vacib funksiyalardan biridir. Məsləhət görünərdir ki, hansı ki strateji yerlərdə, hansı ki vacib yerlərdə AdSense DVR-lardan istifadə edəsiniz. Çünki onlarda alarm filtri var. Bayaq təkrar etdiyim kimi, bu alarm filtri çox əlverişlidir. Lazımsız hansı ki hava, su, yağış, it, pişik heç aradan filtr edib qalxızır və DVR yalnız və yalnız maşın və insana reaksiya vermiş olur. Yəni sizin hansı ki lazımsız çağırışlarla başınızı ağrıtmış olmur və qeyri-dəqiq işləmir. Amma bu hansı ki bu funksiya olmadıqda, AdSense funksiyası, DVR artıq nəyə gəldi, reaksiya verir, lazımsız çağrılar da gəlir. Sizin artıq lazımlı çağrılar da diqqətinizdən yayınır. Burada schedule var. Gördüyümüz kimi cədvəl düzəldə bilirik. Hansı ki motion detection funksiyası hansı saatlarda işləsin. Baxın, biz buradan saatları belə də tənzimləyə bilərik. Məsələn, ağardıram bunu. Qoyuram ki, motion detection funksiyası gecə saat 12-dən 8-ə kimi işləsin. Davamlı olaraq 12-dən 8-ə kimi və nə bilim saat 2-dən məsəl üçün 10-a kimi işləsin və digər vaxtlarda işləməsin və bu bütün tənzimləmələri kopyalayıram digər kameralara, apply edirəm. Yəni bu şərti göstərirəm mən sizə. Əlbəttə ki, bu siz istədiyiniz cədvələ uyğun tənzimləyə bilərsiniz, istifadə edə bilərsiniz. Bu da artıq istifadəçinin tələbindən asılıdır. Tələb hansı saatlara göstərilirsə, o tələbə uyğun siz tənzimləyə bilərsiniz. Yəni mən şərti olaraq göstərdim saat 12-dən 8-ə kimi. Burada göstərilib linkage action. Action nədir? Məsələn, burada mən quş qoya bilərəm ki, aktivləşdirə bilərəm ki, hərəkət olduqda monitor böyüsün. Monitor demək, ekranda bir kamera böyüsün, həmin birinci kamera böyüsün. Artıq hərəkət olduqda birinci kamera avtomatik olaraq böyüyəcək və avtomatik olaraq yenidən balacalaşacaq həmin kamera. AdSense DVR, bəli, DVR AdSense isə yetərlidir. Yəni kamera AdSense olmağı vacib deyil. Yəni AdSense DVR və ya kamera AdSense DVR varsa yetərlidir. Yəni istənilən kamera qoşa bilərsiniz. Sadəcə o AdSense kameralarda var ki, üzərində işıq var, hansı ki PIR daçik var, hansı ki üzərində səs var, səs çıxarma imkanı var. Yəni AdSense buna görə AdSense kameralar, ayrıca AdSense kameralarımız var. Və burada görürsünüz ki, audio səs var. Burada DVR-da artıq hərəkət olanda kamerada DVR səs çıxarmış olacaq. Hansı ki səs verəcək, düt, belə hamınız tanışsınız bu səslə. Belə bir səs vermiş olacaq. Burada var Notify Service Center, yəni mərkəzə sistemi xəbər göndərmə. Bu da vacibdir. Ən vacibi nədir? Buna diqqət yetirməlisiniz. Bunu artıq siz aktiv etdikdə, Notify Service Center, bunu aktiv etdikdə, həm sizin IVMS 42.10-unuza hərəkət olduqda, həm HIC sentralınıza, həm də ki HIC Connect-inizə, həm də IVMS 42.10-unuza, 45.10-unuza, 45.10-dan tövsiyə eləmirəm, artıq istifadə eləməyin. HIC Connect-dən istifadə edin. Çünki 45.10-da artıq yeniləmələr getmir. Bütün yeniləmələr HIC Connect üzərindən gedir. Notify Service Center artıq gördüyünüz kimi burada nədir? Burada biz aktiv etdikdə bu Notify Service Center-ı artıq IVMS 42.10 HIC Central və HIC Connect platformasına xəbərdarlıqlar gedir. Xəbərdarlıq da şəkil formasındadır. Yəni hərəkət olduqda şəkil gəlir. Yəni bir çoxlarımız istədiyi funksiyadır bu. Burada send email var, email şəkil göndərmə. Və biz artıq emailin nastroqasını eləmişdik. Ona görə də burada rahatlıqla emaili aktiv edə bilərik. Hərəkət olduqda emailə şəkil gedəcək. Burada upload captured pictures to cloud var. Biz cloud nastroqasını eləsəydik, indi mən cloud-a çatmamışam, bunu da göstərəcəm. Cloud OneDrive ola bilər, Dropbox ola bilər. Bunların hamısından istifadə edə bilərik. Bunlardan istifadə etdikdə artıq bizim DVR-ımız hərəkət olduqda həmin bu cloud-lara şəkil ötürmüş olacaq. Burada görürsünüz trigger channel var. Bir də var trigger alarm output var. Hansı ki biz burada bizdə görürsünüz ki, DVR-ımızın alarm çıxışı yoxdur. Elə DVR ola bilərdi ki, alarm çıxışı olardı DVR-ın. Məsələn, 4 alarm çıxışı. Artıq o hərəkət olanda kamerada
hərəkət olanda kamerada alarm çıxışı hansısa bir siren qoşulsaydı, artıq o sirende başlayacaq səs çıxmağa. Yəni ki, aydın məsələdir. Bu artıq qoşulmuş olur. Sirenə, hansı ki, heyzən çalışı olan panellərə, siqnalizasiyalara qoşulmuş olur. Yəni bu Ford vasitəsilə. Bu indi bizdə bu DVR-da alarm çıxışı mövcud deyil. Ona görə də biz bu alarm çıxışından istifadə edə bilmirik. Sonra burada baxın bunun yerində bilirsiz nə ola bilərdi? Trigger channel yerində ola bilərdi PTZ linkage action. Burada bilirsiz nə maraqlı var? Maraqlı bir şey var. Məsələn siz bir PTZ yerləşdirmisiniz. PTZ baxır A nöqtəsinə, amma B nöqtəsini görə bilmir dostlar. Amma ki siz istəyirsiniz ki PTZ B nöqtəsində görsün. Amma ki fikirləşsiniz nətə ola bilər B nöqtəsini görsün. B nöqtəsi bunun arxasıdır axı. Burada indi mən gələn dəfə göstərəcəm MVR-da. Burada olur ki PTZ trigger, PTZ channel olur. PTZ-yə hansı ki biz vızov göndərə bilirik. Burada nə eləmiş oluruq? Onu mən bir gün sizə göstərəcəm inşallah. Burada biz B nöqtəsinə bir kamera qoyuruq və B nöqtəsində elə ki motion detection aktiv saxlayırıq. B nöqtəsində hərəkət olduqda və qayıdırıq PTZ-yə, ən birinci PTZ-nin nastroka deyirik. Bir preset verdik, hansı ki preset verdikdə PTZ-ni B nöqtəsinə kökləyib, preset veririk, təzədən çeviririk A nöqtəsinə. B nöqtəmizi görən kamera avtomatik olaraq orada hərəkət olarsa, B nöqtəsində hərəkət olarsa, əgər B nöqtəsində hərəkət olarsa, PTZ-yə avtomatik olaraq göstəriş verir. PTZ də çevrilir B nöqtəsinə. Avtomatik olaraq PTZ həm A nöqtəsini görmüş olur, həm də B nöqtəsini. Artıq smart PTZ varsa, artıq smart PTZ-miz mövcuddursa, biz əlbəttə ki, həmin o keçən obyekti izləyə bilərik. B nöqtəsinin nəzərimizdən qaçırmaya bilərik. Bunu nastroyka etsək. Burada gəldik, sonra biz video tempering. Video tempering nədir? Hansı ki, bu çoxdankı funksiyalardır, smart funksiyalar deyil. Burada DVR-ı hansı ki, götürdüm kabeli əstirdim məsəl üçün, kəsmək istəyirəm kabeli və kabeldə nəsə problem var. O artıq bunu aktiv edəndə mərkəzə xəbərdarlıq gələcək ki, kimsə kabelə müdaxilə eləmək istəyir. Burada var, sonra dostlar, video loss. Bu da yaxşı bir funksiyadır. Məsələn, sizin bir mərkəzi monitoring sisteminiz var, IP kameranız yoxdur, TVI kameradır və məsələn, qoymusunuz ikinci kamera itsə, mərkəzi sistemə xəbərdarlıq gəlsin. Ola bilər kamera sayı çoxdur, hansı itər nəzərinizdən qaçar. Burada əlbəttə ki, video loss-a siz artıq video loss funksiyasını aktiv etdikdə, hansısa bir kamera dövrədən çıxarsa, həmin anda sizə xəbərdarlıq gələcək və gedib tədbirinizi görəcəksiniz. Alarm giriş-çıxışlardır. Alarm görürsünüz, alarm input soft üzərindəndir. Amma ki, IP əgər sizin DVR-ınız dediyim kimi dəstəkləsəydi ki, hansı ki alarm girişi var, bu əlbəttə ki, soft üzərindən olmayacaqdı, artıq olacaqdı DVR-ın üzərindən birbaşa. Görürsünüz, burada alarm çıxışı yoxdur. Burada dostlar bir də istisnalardır. Alarma qoyduq bir kənara. İstisnalardır. İstisnalar nədir? Bir çoxlarımız bu nədir? Bu bir çoxlarımız DVR açdıqda düt belə bir səs verir. Əslində o səs nədir? Hansısa bir cihazda hansısa bir problemin olduğu xəbərdarlığıdır, hansısa bir xətanın olduğu xəbərdarlığıdır. Əlbəttə ki, biz çox vaxt gəlirik burada bütün hamısından bu aktiv işarələrini götürürük, quşları götürürük, aktiv işarələri və apply edirik. Baxın, ya da ki, all edirik, apply edirik. Əslində, bu düzgün bir şey deyil. Biz buna diqqət yetirməliyik. Nəyə görə diqqət yetirməliyik? Baxın, enable event hind, düzdür. Biz burada quş qoyuruq. Eventlərə, yəni ki, reaksiya versin, səs gəlsin. Baxın, burada HDD-dir. HDD, yəni buradan başlayaq. Hard disk. Hard disk dolduqda biz qoya bilərik ki, mərkəzi xəbərdarlıq gəlsin, bir də ki, DVR səs versin və ya həm də ki, e-mailə məlumat göndərsin. Hard disk dolduqda, yəni hard disk olub. Ola bilər ki, bu mənə də deyim, artıq yekunlaşdırıram. Ola bilər ki, sizdə
tələb olunar ki, hard diski dolduqdan sonra artıq ikinci dəfə üstünə yazılım olmasın. Mən hard diski gəlib çıxartmaq istəyirəm və yenisi ilə əvəz etmək istəyirəm. Onda siz bu funksiyadan istifadə edə bilərsiniz. Hard disk olduğu xəbərdar ola bilərsiniz və hard diski yenisi ilə əvəz edə bilərsiniz və köhnə hard diskiniz pozulmasın. HDD error. Burada nədir? Hard disk xəta verərsə, xarab olarsa səs verəcək və e-mail ilə hansı ki xəbərdarlıq göndərəcək. Bu onun üçündür. Network disconnected. Hansı ki burada artıq görürsüz mərkəzi sistemdə biz quş qoya bilmirik. E-mail də əslində qoya bilməməliydik. Çünki network disconnect olanda, artıq şəbəkə sönülü olanda heç bir e-mail ilə mərkəzi xəbərdarlıq göndərə bilməyəcək. Amma ki DVR səs çıxarda bilər. Burada IP konflikt verə bilərsə, şəbəkədə ünvan toqquşması, burada əlbəttə ki, yenə də e-mail söhbəti sual altındadır. Amma ki DVR səs verəcək. İllegal login nədir? Bu da yaxşı bir şeydir. Hansısa bir şəxs sizin avadanlığınıza daxil olmaq istəyərsə, siz həmin anda xəbərdarlıq verəcəksiniz ki, hansısa şəxs mənim DVR-imə daxil olmaq istəyir və tədbirinizi görəcəksiniz ki, bu şəxs kimdir. Bir də record exception nədir? Hansısa bir kamerada xəta yaranarsa, yaddaşa verməzsə, yaddaş problemi olarsa, kamera yaddaşa düzgün yaddaşı arxiv etməzsə, onda siz həmin anda xəbərdarlıq biləcəksiniz. Yəni ki, bu da vacib funksiyalardan biridir. Nəysə, bu qədər. Bugünlük bu qədər. Dostlar, çox sağ olun ki, gəldiniz, vaxtınızı ayırdınız, iştirak etdiniz. Mən də sizinlə məlumatları paylaşmış oldum və çox xoş oldu ki, bu qədər iştirakçı tərk etmədən qulaq asdı və maarifləndi. Ümidvaram ki, hamınıza faydalı məlumat ala bildiniz, maarifləndiniz. Smart yenə qaldı gələn dərsə. Artıq gələn dəfədən smart danışacağam. Buyurun, sağ olun. İnşallah gələn dəfə görüşərik. Gələn dəfə Smart Eventdə mən davam edəcəm və yəqin ki, gələcəkdə çoxlu webinarlarımız olacaq. Bizim bloqumuz da olacaq inşallah, video bloqumuz. Orada biz bütün yenilikləri yerləşdirəcəyik, yeni gələn məhsulları çəki video şəklində yerləşdirəcəyik. Şəxsən özüm orada iştirak edəcəm. Bütün video bloqlarda məni görəcəksiniz. Yəni ki, hansısı ki, yeni kamera gəldi, video çəkib, yeniliyin. Videonla birlikdə sizlərə izah edəcəm, göstərəcəm və YouTube kanalını yerləşdirəcəm. Artıq gecdir, bağlayıram, çünki saat 11-dir. Sual gələndə inşallah verərsiniz. Çünki mən danışa-danışa artıq suallara bir çoxunu cavablandırdım. Çünki baxa-baxa davam edirdim seminara. Sual verilirdi, mən ona çalışırdım ki, cavablandırım. Əlavə user yaradanda xeyr, səsi ləğv eləmək olmur, amma ki, onun üzərində sorğu göndərəcək işlənsin, yəni səsə qulaq asa bilməsinlər, o da olacaq inşallah. Hamımızın gecəsi xeyrə qalsın. Təşəkkürlər, qulaq asdınız. Artıq bağlayıram. Sağ olun, görüşərik.